İndiyə qədər etdiklərinə görə tanınan insan özü. Təbiət öz hədiyyələrini Qumplendən əsirgəməmişdi. Ona qulağına qədər açılan ağız, gözlərinə qədər əyilmiş qulaq, üzərində oyunbazın eynəyi atılıb düşə bilən, heç bir görünüşü olmayan burun və baxarkən gülməmək mümkün olmayan sifət bəxş etmişdi. Biz təbiətin öz hədiyyələrini Qumplendən əsirgəmədiyini deyirik, ancaq bu təkcə təbiətinmi işi idi? Təbiətə kimsə kömək etməmişdimi? Gözlər olan yerdə iki balaca deşik, ağız əvəzinə böyük deşik, burun yerinə iki deşikli yastı bir domba, sifət əvəzinə yastı qoğal, ümumilikdə neysə gülüş doğurmaq üçün bir şey. Aydın məsələdir, təbiət kənardan kömək almadan bu cür mükəmməl incəsənət əsəri yarada bilməzdi. Bəs gülüş həmişə şənlik əlamətidirmi? Bu oyunbazla rastlaşanda, axı Qumplen oyunbazı idi. Bu insanın xarici görünüşündən ortaya çıxan ilkin şən təəssürat yoxa çıxır, daha diqqətli baxışlar altında üzündəki usta işinin əlamətlərini hiss etmək olurdu. Bu sifət təbiətin təsadüfi oyunu ola bilməzdi. Onu kimsə düşünülmüş cəhdlə ərsəyə gətirmişdi. İnsan özünü gözəlləşdirə bilməz, ancaq bədəni eybəcər şəklə salmaq tamamilə onun əlindədir. Siz Qotentot profilini Romalıya çevirə bilməzsiniz, ancaq Yunan burnundan kalmık burnu düzəltmək çox asandır. Bunun üçün burnun üstünü sındırmaq və burun deşiyini basıb əzmək bəs edər. Orta əsrlərin loru latın dilində denasare feili nahaqdan yaranmamışdı. Denasare burnu yox etmək deməkdir. Görəsən Qumplen uşaq vaxtı kimin isə onun sifətini belə dəyişməklə ciddi məşğul olacağı qədər diqqətmi çəkirmiş? Ola bilər. Ən azından onu göstərərək pul qazanmaq məqsədi ilə ola bilərdi. Bütün əlamətlərə görə onun üzündə eybəcər hazırlayan adamlar işləmişdi. Ola bilsin, hansısa sirli və çox güman kimyagərliyin kimyaya aid olduğu kimi, cərrahiyyəyə aid olan gizli bir elm, söz yox, lap balaca yaşlarında onun təbii cizgilərini pozaraq düşünülmüş şəkildə bu sifəti yaratmışdı. Doğramaq, dərinin sağalması və tikişlərin qoyulması üzrə ixtisaslaşmış elmin bütün qaydalarına əməl edilmişdi. Ağız böyüdülmüş, dodaq parçalanmış, damaq çılpaqlanmış, qulaqlar böyüdülmüş, burun sümüyü sındırılmış, qaş və yanaqlar yerindən tərpədilmiş, üzün əzəlləri genişləndirilmişdi. Bundan sonra tikişlər və çapıqlar hamarlanmış və açıq əzəllərin üstünə dəri çəkilmişdi. Bu zaman üzdə açıq əbədi gülüş mimikası qalmasına xüsusi diqqət edilmişdi. Bacarıqlı heykəltəraşın əlində belə bir maska Qumplen meydana gəlmişdi. İnsanlar bu cür sürətlə doğulmur. Necəliyindən asılı olmayaraq Qumplenin maskası çox gözəl alınmışdı. Qumplen taleyin bütün darıxan adamları üçün hədiyyəsi idi. Hansı taleyin? Tanrının yazdığı tale ilə yanaşı şeytanın da yazdığı tale varmı? Biz cavabını tapa bilmədiyimiz sualı veririk. Qumplen oyunbaz idi. Tamaşaçılar qarşısında çıxış edirdi. Heç nə onun yaratdığı təəssüratla müqayisə edilə bilməzdi. O, ipoxondriyanı təkcə öz görünüşü ilə müalicə edirdi. Matəm saxlayan insanlar Qumplenden qaçmağa çalışırdılar. Çünki elə ilk görünüşdən istər-istəməz ədəbsizcəsinə gülməyə başlayırdılar. Bir dəfə cəllad gəlmişdi. Qumplen onu da gülməyə məcbur etdi. Adamlar Qumpleni görən kimi qarınlarını tutur, ağzını açan kimi gülüş içində boğulurdular. O, kədərin əks qütbü idi. Qəmginlik, kədər bir, Qumplen isə başqa tərəfdə dayanırdı. Ona görə də bütün yarmarka və meydanlarda əvəz olunmaz eybəcər kimi şöhrət qazanmışdı. Qumplen öz gülüşü ilə gülüş doğururdu. Ancaq özü gülmürdü. Gülən onun özü yox, üzü idi. Onun ancaq təsadüfi oyunun və ya bacarığın yaratdığı müthiş sifəti gülürdü. Qumplenlik burada heç nə yox idi. Onun xarici görünüşü onun qəlbinin vəziyyətindən asılı deyildi. O, bu istəmədiyi gülüşü öz alnından, yanağından, qaşlarından, dodaqlarından qova bilmirdi. Bu özündən asılı olmayan, məhz onun sifətini əbədi olaraq donub qaldığı üçün hamını güldürən gülüş idi. Bu açıq dişlərin qarşısında heç kim dayana bilməzdi. Ağızın iki coşqun hərəkəti hamıya sirayət edir. Bu gülüş və əsnəməkdir. Qumplenin çox güman uşaq vaxtlarında məruz qaldığı bu qəribə əməliyyat nəticəsində onun üzünün bütün cizgiləri gülüş təəssüratı yaradır, təkərin bütün milləri təkər topunda cəmləşdiyi kimi, onun bütün simasının cizgiləri ancaq bu ifadədə cəmləşirdi. Qumpleni hansı hisslərin narahat etməsindən asılı olmayaraq, onlar ancaq bu qəribə şənlik ifadəsini gücləndirir, daha doğrusu daha çox diqqətə çarpdırırdı. Təəccüb, əzab, qəzəb və ya yazığı gəlmə əzəllərin şən mimikasını ancaq daha gözə çarpan hala gətirirdi.
Özü ağlasa da üzü gülməkdə davam edəcəkdi. Nə etməyindən, nə arzulamağından, nə fikirləşməyindən asılı olmayaraq, başını qaldırmağı ətrafındakıların şübhəsiz ətrafında kimsə vardısa, gürültü ilə gülmələrinə bəs edirdi. Özlüyünüzdə şən meduzanın başını təsəvvür edin. Gözlənilməyən mənzərə vərdiş etdiyimiz düşüncələrin axarını pozur və gülüşə məcbur edir. Nə vaxtsa qədim Yunanıstanda teatr səhnələrinin frontan hissəsində bürüncdən gülən maska olurdu. Bu maska komediya adlanırdı. Bürünc üz sanki gülür və gülüş doğurur, ancaq eyni zamanda düşüncəli təsir möhrünü də saxlayırdı. Bir üzdə ağılsızlıqla yanaşı istehza, müdrikliyə bərabər işğənd bir yerdə toplanır və bir-birinə qarışırdı. Adamlar Qumplənə baxaraq gülürdülər, ancaq gülə-gülə üz döndərirdilər. O qadınlarda xüsusi nifrət oyadırdı. Bu adam doğrudan da çox eybəcər idi. Tamaşaçıların titrəyə-titrəyə gülməsi bir növ xərac idi və onu gülərəkdən az qala düşünmədən ödeyirdilər. Onun dişlərini çıxartmamışdılar. Dişlər gülmək üçün lazım idi. Onlar ölünün kəllə sümüyündə də qalır. Ola bilsin onun üzərində çox dəhşətli əməliyyat aparılmışdı. O bu barədə xatırlamırdı, ancaq bu belə bir hadisənin olmadığını göstərmirdi. Cərrah heykəltaraşın bu cür işi uğurla başa vurması üçün başına nə gətirildiyini anlamayan və ona vurulmuş yaraları xəstəlik kimi başa düşən körpə tələb olunurdu. Həm də həmin vaxtlar oxucunun yadındadırsa, yatızdırıcı və ağrıkəsici vasitələr artıq məlum idi. Lakin həmin vasitələri cadugərlik adlandırırdılar. Bizim günlərdə isə bu anesteziya adlanır. Qumpləni böyüdən adamlar onun üzünü bu cür maska ilə bəzədikdən sonra bədəni üzərində gələcək gimnast və atlet qabiliyyətini inkişaf etdirmişdilər. Xüsusi seçilmiş akrobat təlimləri ilə sümüklərini istənilən tərəfə əyilmə qabiliyyəti vermişdilər. Bədən rezin elastikliyi almışdı. Oynaqları şarnir kimi hərəkət edirdi. Qumpləni hələ uşaqlığından oyunbaz usta kimi hazırlamaq üçün tərbiyəsində heç nə diqqətdən qaçırmamışdılar. Onun saçları həmişəlik oxra rəngində boyanmışdı. Bunun sirrini bizim günlərdə yenidən tapıblar. Gözəl xanımlar ondan istifadə edirlər. Nə vaxtsa eybəcərlik hesab edilən şeylər indi gözəllik nişanəsi sayılır. Qumpləni kürən saçları var idi. Çox güman zəhərli boya isə onu codlaşdırıb kobudlaşdırmışdı. Saçdan çox qılı oxşayan kürən telin altında gözəl inkişaf etmiş kəllə sümüyü düşüncələr üçün layiqli yer var idi. Oxucu yəqin artıq Qumplenin qış gecəsində Portland sahillərində atılan və o ümumiyyətlə təkərlər üstündə olan balaca daxmada özünə daldanacaq tapan həmin uşaq olduğunu başa düşüb. Deyə. Uşaq artıq böyük kişi olmuşdu. 15 il keçmişdi. 1705-ci il idi. Qumplenin 25 yaş tamam olacaqdı. Ursus köçəri ailəsi yaradaraq uşaqların hər ikisini öz yanında saxladı. Ursusla Qomo qocalmışdı. Ursus tamam kəsəlləşmişdi. Canavarın tükləri ağarmışdı. İtlərdən fərqli olaraq canavarların neçə il yaşadığı dəqiqləşdirilməyib. Mollenin məlumatına əsasən bəzi canavarlar Seemin təsvir etdiyi kiçik kufar, Kavien Vorus və iyli canavar Canis Nubilus 80 ilə qədər yaşayır. Ölmüş qadının qucağından tapılmış qızcığaz 16 yaşlı, açıq sifətli, çərçivəyə salınmış saçlı, çox hündür, düz qamətli və kövrək qıza çevrilmişdi. Toxunsan, sınacaqmış kimi görünən çox nazik beli vardı və çox gözəl idi. Ancaq onun parıldayan gözləri görmürdü. Dilənçi qadını öz körpəsi ilə birlikdə qarın içini yıxan dəhşətli qış gecəsi onlara 2 qat zərbə vurmuş, ananı öldürmüş və qızı kör etmişdi. Qara su indi böyük qız olan həmin körpənin göz bəbəklərini həmişəlik hərəkətsiz qoymuşdu. Dodaqlarının kənarının sallanmasında, sifətində işığı görə bilməməyin ümidsizlik ağrısı hiss olunurdu. Onun böyük, aydın gözləri qəribə xüsusiyyəti ilə seçilirdi. Özü üçün sönərək ətrafdakılar üçün parlaqlığını saxlamışdı. Ancaq xarici dünyanı işıqlandıran sirli işıqlar. Bu işıqdan məhrum olan varlıq işıq saçırdı. Sönmüş gözlər şəfəqlə dolu idi. Bu qaranlıq əsiri yaşadığı zülməti işıqlandırırdı. Körlük adlanan çarəsiz qaranlıqdan, qara divar arxasından o fəzaya parlaq şüalar göndərirdi. Latın adlarına heyran Ursus ona Deya adı qoydu. O əvvəlcə canavarla məsləhətləşdi. Sən insanlara dedi, mən heyvanlara təmsil edirəm. Biz səninlə yer aləminin nümayəndələriyik. Qoy bu körpəcik səma dünyasının nümayəndəsi olsun. Bax beləcə indi bizim daxmamızda bütün kainat, insanların dünyası, heyvanların dünyası, tanrıların dünyası yerləşəcək. Canavar heç bir etiraz etmədi. Tapılmış körpəni Deya adlandırdılar. Qumplenə ad qoymaq üçün isə baş sındırmağa ehtiyac olmadı. Oğlanın eybəcər şəklə salındığını və qızcığazın kör olduğunu bildiyi həmin səhər
Oğlan, sənin adın nədir deyə soruşmuşdu. Mənim adım Gwynplaine'dir, uşaq cavab vermişdi. Eybi yox, Gwynplaine deyirsən, qoy Gwynplaine olsun, Ursus dillənmişdi. Deyə Gwynplaine'ə çıxış etməyə kömək edirdi. Əgər bütün insan bədbəxtliklərini bir yerə toplama mümkün olsaydı, o öz ifadəsini Gwynplaine ilə Deyada tapardı. Sanki onlar hər ikisi yerə zülmət dünyasından, Gwynplaine dəhşətin hökm sürdüyü, Deya isə qaranlığın hökm sürdüyü tərəfdən gəlmişdilər. Onların varlığı əbədi qaranlığı qorxulu qütblərdən götürdüyü müxtəlif növ zülmətlərdən toxunmuşdu. Deya bu zülməti öz daxilində, Gwynplaine öz sifətində gəzdirirdi. Deyada nə isə xəyali bənzərliyi var idi. Gwynplaine ruha bənzəyirdi. Deya qara uçurumla əhatə olunmuşdu. Gwynplaine isə daha pis şeylər əhatə edirdi. Gwynplaine Deyada olmayan dəhşətli bir imkana, özünü başqa insanlarla müqayisə etmək imkanına sahibdir. Ancaq Gwynplaine'in mövqeyində yalnız özünə hesab verməyə çalışdığını fərz etsək, müqayisə özünü başa düşməkdən əl çəkmək idi. Hər ikisinin ruhdan düşməsi üçün əsası vardı. Onların hər ikisi insan sınaqlarının ağla gələcək bütün həddini keçmişdi. Görənlərin hamısının bir qədər fikirləşdikdən sonra onlara sonsuz dərəcədə yazığı gəlirdi. Onlar necə də əzab çəkməli idilər. Onların üstündə taleyin qəddar hökmü açıq-aşkar hiss olunurdu. Taleh hələ heç kimin həyatını bu iki günahsız məxluqun həyatı kimi başdan ayağa əzab və cəhənnəm işgəncəsinə məruz qoymamışdı. Buna baxmayaraq onlar cənnətdə idilər, onlar bir-birini sevirdilər. Gwynplaine Deyaya məftun idi, Deya Gwynplaine'ə pərəstiş edirdi. Deya ona, sən çox yaraşıqlısan deyirdi. Əsl Gwynplaine'i ancaq bir qadın, kör qız görürdü. Deya Gwynplaine'ə nəyə görə borclu olduğunu Ursusdan öyrənmişdi. Gwynplaine sahildə atılıb gedəndən sonra yaşadıqlarını, Portlanddən Weymouth'a qədər çətin yolunun bütün dəhşətlərini Ursusa danışmışdı. O, onun ölmüş, anasının qucağında ölümə məhkum olmuş və onun ölü döşünü əmən körpənin özündən elə də böyük olmayan, hamının üz döndərdiyi və qəmli laqeydlik torunda itib batmış başqa bir körpənin, hamının laqeyd qaldığı səsini eşitdiyini bilirdi. Hamı ona qarşı qulağını qapadığı halda oğlan onu eşitmişdi. Bu tənha, zəif, atılmış, bu dünyada heç bir dayağı olmayan uşaq, ayağını biyabanda güclə sürüyə-sürüyə gedərkən, taqətdən düşmüş, yorğunluqdan əzgin haldaykən, ağır yükü başqa uşağı gecənin əlindən almışdı. Həyat rifahında ancaq anlaşılmayan uğursuz taleyə sahib bu bədbəxt varlıq, başqa bir varlığın qayğısını çəkməyi öz boynuna götürmüşdü. Xeyirxahlıq insanın daxili aləminin günəşidir. Gwynplaine Deyanın gözlərini qamaşdırırdı. Nəyisə düşünmək üçün çoxlu başa, nəyisə görmək üçün həddən artıq gözə sahib olan, hər şey səthi anlayıb ancaq səthi şeylərə fikir verən cəmaət üçün Gwynplaine ancaq kloun, akrobat, oyunbaz, təlxək, nəyisə heyvan kimi bir şey idi. Cəmaət ancaq bu maskanı tanıyırdı. Deya üçün o, onu qəbirdən çıxarıb bu dünyaya qaytarmış xilaskar, ona yaşamaq üçün təsəlli verən, qaranlıq labirintdə hərəkət etdiyi zaman əlini əlində hiss etdiyi dayaq idi. Gwynplaine onun üçün qardaş, dost, rəhbər, dayaq, göylərdən gəlmiş qanadlı ilahi həyat yoldaşı idi və cəmaatın eybəcər gördüyü yerdə o mələk görürdü. Çünki Deya onun qəlbini görürdü. Ursus Gwynplaine ilə Deya üçün az qala həm ata, həm ana idi. O onları dodağının altında mırıldana-mırıldana böyütmüş, danlaya-danlaya yedirtmişdi. İki uşağı övladlığa götürəndən sonra araba xeyli ağırlaşdığından Ursus tez-tez Qome ilə yanaşı arabanı çəkməyə başlamışdı. Lakin bir neçə ildən sonra oğlan artıq böyüyəndən, kişi isə tamam qocaldıqdan sonra Ursusu daşımaq növbəsi Gwynplaine'ə çatdı. Böyüyən Gwynplaine'i müşahidə edən Ursus eybəcərə gələcəyi barədə bəzi sözlər söyləmişdi. Sənin var-dövlətinin qayğısına qalıblar. Qocadan, iki uşaqdan və canavardan ibarət ailə gəzə-gəzə bir-birlərinə daha sıx bağlanırdılar. Bu cürə sərgərdan həyat uşaqların tərbiyəsinə mane olmamışdı. Ursus adətən gəzmək böyüməkdir deyirdi. Ursus Gwynplaine'in məhz yarmarkalarda göstərilmək üçün olduğunu nəzərə alaraq, bütün bildiklərini öyrədərək ondan gözəl oyunbaz hazırlamışdı. Hərdən Gwynplaine'in dəhşətli maskasına baxaraq dodaqaltı, hə, elə də pis başlanmayıb deyə dillənirdi. Başladığı işi sona çatdırmaq üçün Gwynplaine'in tərbiyəsini əlavə olaraq fəlsəfi və elmi biliklərlə də zənginləşdirirdi.
Filosof ol, ağıllı olmaq möhkəm olmaq deməkdir. Mənə bax, heç vaxt ağlamamışam, çünki ağıllıyam. Doğrudan da, səncə mən istəsəydim ağlamaq üçün səbəb tapa bilməzdimmi? Deyə təkrarlayırdı. Ursusun monoloqlarını adətən təkcə canavar dinləyirdi. Gwynplaineə hər şeyi, o cümlədən latın dilində də öyrətmişəm. Deyaya isə heç nə, musiqi isə bildiyin kimi hesaba alınmır. O hər ikisinə oxumağı öyrətmişdi. Özü kiçik qədim fleytada, həmçinin Bertrand du Guesclin'in xronikasında dilənçilərin aləti adlandırdığı və ixtirasının simfonik musiqinin inkişafına təkan vermiş rılada pis ifa etmirdi. Bu konsertlər tamaşaçıları cəlb edirdi. Ursus çoxsimli rılanı onlara göstərib izah edirdi. Latınca bu orqanistrum adlanır. O, Deya ilə Gwynplaineə Orfeya və Egida üsulu ilə oxumağı öyrətmişdi. Orfey Yunanistan müğənnisidir, Benşuya Pikardiya müğənnisidir. Bu mürəkkəb və ciddi tərbiyə sistemi uşaqların bir-birini sevməyə mane olacaq qədər vaxt almırdı. Onlar böyüyür, böyüdükcə budaqları bir-birinə qarışan iki yanaşı əkilmiş ağac kimi ürəkləri birləşirdi. Onsuz da onları evləndirəcəyəm, Ursus deyirdi. Dodağının altına donqoldanırdı. Öz məhəbbətləri ilə zəhləmi töküblər. Bir dəfə oğlan kisəyi paltarın qolundan Deyanın çiynini gördü. Dözməyib dodağını ona toxundurdu. Eybəcər ağız və bu cürə təmiz öpüş. Deya möhtəşəm məmnunluq hiss etdi. Onun yanaqları allandı. Eybəcərin öpüşü ilə əbədi qaranlıq çökmüş sifəti şəfəq saçmağa başladı. Gwynplaine isə dəhşətə bənzər nəyinsə təsiri ilə boğulmağa başladı və özünü bu cənnət görünüşünə, yaylıq altından görünən ağ döşlərə baxmaqdan saxlaya bilmədi. Deya paltarın qolunu yuxarı çəkdi. Dirsəkdən yuxarı açıq əlini Gwynplaine uzadaraq dedi. Bir də. Gwynplaine ancaq qaçmaqla canını qurtardı. Ertəsi gün onun yenidən düzdür bir qədər fərqli halda təkrarlandı. Bu məhəbbət adlanan şirin dərinliyə valehedici qərq olma idi. Tanrı bu sevinclərlə qoca filosofa təbəssüm bəxş edirdi. Hərdən Gwynplaine özünü qınayırdı. Xoşbəxtliyi ona bir növ vicdan əzabı verirdi. Bu kör qıza özünü sevməyə imkan verməklə Deyanı aldatdığını düşünürdü. Əgər gözləri qəfildən açılsaydı, nə deyərdi? Cazibəsinə düşdüyü bu adama nifrət etməzdimi? Öz qorxulu maqnetindən necə kənara qaçardı? Necə qışqırardı? Necə əlləri ilə gözlərini yumardı? Necə cəld qaçardı? Öz-özünə eybəcər, məhəbbəti haqqı olmadığını deyirdi. Parlaq ulduzun pərəstiş etdiyi əjdaha. O həqiqəti bu kör ulduza deməyi özünə borc saydı. Bilirsən, mən yaraşıqlı deyiləm. Mən sənin çox yaraşıqlı olduğunu bilirəm, deyə qız cavab verdi. O davam etdi. Hamının necə uzadan güldüyünü eşidəndə, məni görüb güldüklərini bilməlisən, çünki mən çox eybəcərəm. Mən səni sevirəm, deyə dedi. Bir qədər susduqdan sonra əlavə etdi. Mən ölürdüm, sən məni həyata qaytardın. Sən burada olanda, mən yanımda göyləri hiss edirəm. Əlini ver, mən Tanrıya toxunmaq istəyirəm. Onların əlləri bir-birini tapıb birləşdi. Onlar bircə artıq söz işlətmədən məhəbbət sayəsinə qarşılıqlı dil taparaq susmuşdular. Ursus qaşqabağını sallayaraq bu söhbətə qulaq asırdı. O biri səhər hər üçü bir yerdəykən dedi. Axı Deya da gözəl deyil. Bu kəlmələr öz hədəfinə çatmadı. Deya ilə Gwynplaine bu sözləri qulaq ardına vurdular. Başları bir-birinə qarışdığından çox vaxt Ursusun söhbətlərinə diqqət yetirmirdilər. Filosofun ağıllı kəlamları havayı yer itirdi. Ancaq bu dəfə Ursusun qoruyucu, Deya da gözəl deyil ifadəsi bu kitab adamının qadınları tanımasından irəli gəlirdi. Gwynplaine doğru dediyinə şübhə yoxdur. Amma bununla ehtiyatsızlıq etdi. Başqa bir qadına Deyadan başqa hər hansı bir kora mən gözəl deyiləm demək təhlükəli idi. Kor və bundan başqa aşiq də olmaq ikiqat korluq deməkdir. Bu vəziyyətdə xüsusilə güclü xəyalpərəstlik doğur. İllüziya xəyalların başlıca qidasıdır. Məhəbbətdən illüziyanı qorumaq, onu az qoymaq kimi bir şeydir. Gwynplaine'in sözlərinin təsirindən əmələ gəlmiş düşüncələr bir dəfə onun cavanlarla belə bir söhbət etməsi ilə nəticələndi. Gözəl olmamaq nə deməkdir? Kiməsə pislik etmək deməkdir. Gwynplaine xeyirxahlıq edir, deməli o gözəldir. Sonra uşaqlara və korlara məxsus qaydada elə həmin suallar formasında davam etdi. Görmək, siz gözü görənlər bu sözlə nəyi ifadə edirsiniz? Mən görmür, ancaq bilirəm, səndəmi adam görməklə çox şey itirir. Sən bununla nə demək istəyirsən, Gwynplaine soruşdu. Deya cavab verdi. Görmək həqiqəti gizlədir. Yox, deyə Gwynplaine dilləndi. Gizlədir.
deyə etiraz etdi. Ona görə də sən yaraşıqlı olmadığını deyirsən. Bir dəqiqə fikirləşdikdən sonra əlavə etdi. Yalançı. Gwynplaineə ancaq sevinmək qalırdı. Necə olduğunu etiraf etmiş, amma ona inanmamışdılar. Onun vicdanı sakit idi, məhəbbəti də öz yerində qalmışdı. Deyanın 16 yaşı olana qədər beləcə yaşadılar. Gwynplaine 25 yaşın içində idi. Onlar ilk görüşdən bəri necə deyərlər, bir addım da qabağa getməmişdilər, hətta geriləmişdilər. Oxucunun yadındadırsa, onlar ilk evlilik gecələrini Deya 9 aylıq, Gwynplaine isə 10 yaş olanda keçirmişdilər. Onların bu məhəbbəti günahsız uşaqlığın davamı kimi idi. Bəzən bülbül öz gecikmiş gecə nəğməsini şəfəq doğandan sonra da oxuyur. Onların arasındakı nəvaziş əl sıxmasından o tərəfə keçmirdi. Çox az hallarda Gwynplaine dodaqları ilə yüngülcə Deyanın çiyinlərinə toxunurdu. Onlara bu günahsız sevgi həzzi bəs edirdi. 24 yaşla 16 yaş. Nəhayət bir gün səhər onlarla zarafat etmə fikrini dəyişməyən Ursus elan etdi. Bu günlərdə özünüzə bir məzhəb seçməli olacaqsınız. Niyə? Deyə Gwynplaine soruşdu. Evlənmək üçün. Biz artıq evliyik, deyə cavab verdi. O bundan artıq necə ər-arvad ola biləcəklərini anlamırdı. Bu təmiz istək, olanlardan artıq heç nə istəməyən bu iki könlün sadəlöv şövqü, hələ qurulmayan ailəni ailə kimi qəbul etməkləri əslində hətta Ursusun da xoşuna gəlirdi. Əgər o barədə nəsə deyirdisə də, bunu ancaq sadəcə donquldanmaq xətrinə deyirdi. Gwynplaine nə qədər özünü sıxaraq Deyanı seyr etmək və ona qarşı olan mənəvi sevgisinin xəyalları ilə yaşamaq istəsə də, hər halda kişi idi. Nəhs qanunlarının təsirini aradan qaldırmaq olmaz. Hamı kimi onda da yaradanın iradəsi ilə qaynayıb coşan sirli bir qüvvə vardı. Hərdən tamaşa zamanı özündən asılı olmadan cəmaatın içərisində olan qadınlara baxırdı. Ancaq tezcə oynayan gözlərini yayındıraraq tələsik anlaşılmaz peşmançılıq hissi ilə aralanmağa tələsirdi. Onun özünə qarşı heç bir rəğbət hiss etmədiyini bildirməliyik. Baxdığı bütün qadınların sifətində nifrət, xoşa gəlməmə, iriyənmə oxuyurdu. Deyadan başqa heç bir qadının onun ola bilməyəcəyini aydın görürdü. Bu da onun tövbə etməyinə kömək edirdi. Nağıllarda nə qədər həqiqət var. Görünməz şeytanın, atəşin toxunuşu pis fikirlərə görə vicdan əzabıdır. Gwynplaine pis fikirlərə düşmürdü. Ona görə də vicdanı onu narahat etmirdi. Ancaq hərdən bir özündən nəyə görəsə narazı qalırdı. Qarışıq vicdan səsi. Bu nə idi? Heç nə. Gwynplaine ilə Deyanın xoşbəxtliyi tam idi. Onlar hətta kasıb da deyildilər. 1689-cu il ilə 1704-cü il arasında onların vəziyyətində dəyişikliyi baş vermişdi. 1704-cü ildə hərdən axşam tərəfi bu və ya başqa sahil şəhərciyinə 2 güclü at qoşulmuş ağır, böyük furqon girirdi. Furqon tərsinə çevrilmiş və 4 təkər üstünə qoyulmuş gəmi gövdəsinə oxşuyurdu. Damı gəminin altı, döşəməni isə göyərtisə vəzləyirdi. Təkərlər yük daşıyan arabanın təkəri boyda eyni ölçüdə idi. Təkər, dişlə, furqon hamısı tədricən dəyişən, açıq yaşıl şüşə rəngli təkərlərdən başlayaraq parlaq yaşıl rəngli damına qədər eyni rəngə boyanmışdı. Bu yaşıl rəngə görə sonunda yarmarkalarda həmin arabanı tanımağa, onu yaşıl qutu adlandırmağa başladılar. Yaşıl qutuda hər başda biri olmaqla cəmsi 2 pəncərə var idi. Arxada açılan pilləkənli qapı qoyulmuşdu. Damda görünən və hamısı kimi yaşıl rəngi boyanmış bacadan tüstü çıxırdı. Ursusun köhnə balaqanı öz yerini daha mükəmməl quruya vermiş və əsl teatra çevrilmişdi. Arabanın altında zəncirdə hansısa bir varlıq, itmi yoxsa canavar mı bağlanmışdı? Bu Qomo idi. Atları idarə edən qoca isə bizim filosof idi. Miskin arabanın Olimpiya arabasına çevrilməsinin səbəbi nə idi? Gwynplaine artıq məşhurlaşmışdı. Ursus o vaxt Gwynplaineə sənin var dövlətinin qayğısına qalıblar deyəndə adamlarda böyük uğur sayılan əsl uzaq görənlik hissini göstərmişdi. Oxucuların xatırladığı kimi Ursus Gwynplaine özünə şagird etmişdi. Naməlum adamlar uşağın sifətini dəyişmişdilər. O isə onun ağlını dəyişməyə və çox uğurla işlənmiş süfrəyə mümkün qədər daha çox ağıllı fikirlər doldurmağa çalışırdı. Böyümüş oğlan onun fikrinə görə oyunbazlıq etməyə qadir olandan sonra onu səhnəyə, yəni arabanın qabağındakı hündür yerə çıxartdı. Gwynplaine'in görünməsi qeyri-adi təəssürat yaratdı. Tamaşaçılar bir anda rəqqətə gəldilər. Heç kim heç bir zaman bu möhtəşəm gülüş maskasına oxşayan heç nə görməmişdi. Heç kim bu möcüzəyə hansı üsulla nail olunduğunu bilmirdi. Bəziləri onu əhatə edənlərin hamısına sirayət edən bu gülüşün təbii, bəziləri isə süni olduğunu düşünürdülər. Həqiqət fərziyyələr arasında itib batır. Cəmaət hər yerdə, yol ayrıcında, meydançalarda, yarmarkalarda, bayram şənliklərində
Gwynplaineə baxmağa can atırdı. Bu parlaq attraksiyon sayəsində sərgərdan oyunbazların boş pul kisələrinə əvvəl liyar, sonrası və nəhayət şilling yağış kimi yağmağa başladı. Furqonun lap axırında qapı ilə üzbəüz sıxılmış tör-töküntü Ursus ilə Gwynplainein həm yataq, həm də aktyorların geyinmə otağı idi. Onun içərisində 2 yataq və onlardan çəpinə mətbəx yerləşirdi. Hətta gəmidə belə bu qədər əşyaların yaşıl qutunun içərisindəki kimi məqsədyönlü və düşünülmüş yerləşməsini təsəvvür etmək mümkün deyildi. Hər şey dəqiq düşünülmüş, qabaqcadan hesablanmış şəkildə öz yerində idi. Bu sehirli effektlər ilə Ursus özü həvəslə məşğul olurdu. Elə o özü də pyeslər yazırdı. O müxtəlif istedadlara malik idi. Çox maraqlı fəndlər göstərirdi. Bundan başqa o hər cür səsləri təlqin edir, ən ağla gəlməyən şeyləri edə bilirdi. İşıq və kölgələri oynadaraq divarda qəfildən tamaşaçıların istəyi ilə alovlu rəqəm və sözləri yarqaranlıqda müxtəlif fiqurların yoxa çıxmasını göstərirdi. Tamaşaçıları bir çox ağla gəlməyən şeylərlə təəccübləndirir, özü isə onların göstərdiyi heyranlığa rəğmən sanki dərin düşüncələr içindəymiş kimi sakitliyini qoruyurdu. Bir dəfə Gwynplaine ona dedi: "Ata, siz sehirbaza oxşuyursunuz." Ursus cavab verdi: "Nə olsun, bəlkə mənlə doğrudan sehirbazam." Ursusun məharətli çertyojlara əsasında quraşdırılmış yaşıl qutu çox gözəl düşünülmüş qurğuya malik idi. Ursus Gwynplaine üçün xüsusi olaraq interlüdiya hazırlamışdı. Bu onun öz xoşuna gələn ən gözəl əsəri idi. O bütün qəlbini bu əsərə qoymuşdu. Yaratdığında özünü tam əks etdirmək, yaradan üçün bundan böyük təntənə ola bilərmi? Başqa bir qurbağanı dünyaya bəxş edən qurbağa şah əsər yaradır. İnanmırsınız? Belə bir iş görməyə cəhd edin. Ursus bu interlüdiyaya ciddi cəhdlə düzəliş edərək onu mükəmməl bir şəklə gətirməyə çalışırdı. Onun bu körpəsi məğlub edilmiş xaos adlanırdı. Pyesin məğzi aşağıdakından ibarətdir. Gecədir, pərdə açılır və yaşıl qutunun qarşısında yığılmış cəmaət əvvəlcə qaranlıqdan başqa heç nə görmür. Bu zülmət qaranlıqdan güclə seçilən 3 fiqur, canavar, ayı və insan çıxır. Canavar, ayını Ursus, insanı isə Gwynplaine oynayır. Canavar və ayı təbiətin kobud güclərinin, düşüncəsiz həvəsinin, vəhşi kobudluğunun rəmzidir. Onlar hər ikisi Gwynplainein üzərinə atılırlar. Bu insanı sıxışdırmağa çalışan xaosdur. Onların üzü görünmür. Örtüyə bürünmüş Gwynplaine onlardan canını qurtarmağa çalışır. Onun üzü sıx uzun saçla örtülüdür. Ayı bağırır, canavar dişlərini qıcırdır. İnsan qışqırır. Heyvanlar güc gəlir. O ölür. Yalvarıb köməyə ona dayaq olmağa çağırır. Naməlumluğa ürək parçalayan çağırış göndərir. Ölüm qabağı xırıltı səsi çıxarır. Tamaşaçılar hələ vəhşi heyvandan az fərqlənən insanın can verməsinə tamaşa edirdilər. Bu çox dəhşətli görüntü idi. Camaat nəfəs almadan səhnəyə baxırdı. Bir anda keçəndən sonra heyvanlar qalib gələcək və xaos insanı udacaq. Döyüş, qışqırıq, ulama və birdən tam sakitlik çökürdü. Qaranlıqda mahnı səslənirdi. Yüngül meh əsir və həzin səs gəlirdi. Havada gözə görünməz bir varlığın oxuduğu sirli musiqi səsləri yayılır. Birdən haradan, necə gəldiyi bilinməyən ağ bulud görünür. Bu ağ bulud işıqdır. Bu işıq qadındır. Bu qadın ruhdur. Artıq sakit, gözəl və gözəlliyi ilə, təmizliyi ilə qorxulu, işıq saçan Deya görünür. Səs səhər şəfəqinin fonunda işıq saçan Suleyətə məxsusdur. Mehriban, dərin, izah edilə bilməyən məftun edici səs. Səhər şəfəqləri altında gözə görünməzdən görünənə çevrilə-çevrilə mahnı oxuyur. Bu mələk və ya bülbül nəğməsinə bənzəyirdi. Onun görünməyi ilə insan bu möhtəşəm görüntüdən güc alaraq ayağa qalxır və yumruq zərbələri ilə hər iki heyvanı məğlub edir. O zaman bu xəyal tamaşaçıların hiss edə bilmədiyi bir halda səhnə ilə sürüşürmüş kimi hərəkət etməyə başlayır. Bu zaman yüksələn alqışdan coşaraq İspanca oxumağa başlayır. Onun təmiz tələffüzünə qulaq asan İngilis matroslarında heç bir şübhə oyatmır. Ora ilora de palabra nace razón de luz el son. Mənası: yalvar, ağla, sözlərdən ağıl doğur, nəğmədən işıq. Deyanın nə yaşadığına gəldikdə onları sözlə ifadə etmək çox çətindir. O, izdihamın nə olduğunu bilmədən özünün böyük izdihamla əhatə olunduğunu hiss edirdi. Uğultudan başqa heç nə eşitmirdi. İzdiham onun üçün sadəcə külək əsməsi kimi bir şey idi. Bu o qədər də səhv fikir deyil.
Nəslin dəyişməsi əbədiyyətin nəfəs almasıdır. İnsan nəfəs alır, nəfəs verir və canı çıxır. Cəmaət arasında Deya özünü tənha hiss edirdi. Elə bil ayaqlarının altında dibi görünməyən uçurum görürmüş kimi qorxudan əsirdi. Ancaq günahsız varlığın uçuruma yıxılmağının mümkünlüyündən narazı olaraq gözə görünməzi qınanmağa hazır adamın çaşqınlıq və kədərli halında belə təmkinini saxlayır, özünün tənha olması fikrinə, təhlükə qarşısındakı qarışıq həyəcan hissinə üstün gəlir və qəflətən yenidən özünə inam və dayaq nöqtəsi taparaq sonsuz, qaranlıq dünyadan atılmış xilasedici sapdan yapışırdı. Əllərini uzadıb Gwynplenin başına qoyurdu. İnsanın həmişə gizli bir arzusu olur. Ona verilmiş zövqə görə qisas almaq istəyir. Buradan da aktyora nifrət yaranır. Bu varlıq məni öz əsrinə çevirir, əyləndirir, güldürür, heyran edir, sevindirir, əxlaqi cəhətdən yüksəldir, mənə xoş və xeyirlidir. Onun əvəzini hansı pisliklə ödəmək olar? Alçaltmaqla. Nifrət, uzaqdan vurulan şapalaqdır. O mənim xoşuma gəlirsə, deməli alçaqdır. Mənə xidmət etdiyinə görə onu görməyə gözüm yoxdur. Onu atmaq üçün hardan daş tapım? Keşiş, öz daşını mənə ver. Filosof, özününkünü mənə ver. Bossuet, onu kilsədən qov. Russo, onun zibilini içinə sox. Ey natiq, ağzında saxladığın çaylaq daşlarını onun başına yağdır. Ayı, onun başına qaya yığ, ağacı daşa basaq, meyvələrini tökək və onu yeyək. Afərin və onu rədd elə, şairin şeirlərini təmtəraqla söyləmək, tam xəstəlinə tutulmaq deməkdir. Ay səni oyunbaz. İndi onun bu uğurlarına görə boynuna dəmir xalta geydirərək təhqir dirəyinə bağlayarıq. Onun qələbə əhvalını zəhərləyərik. Qoy o cəmaatı ətrafına yığsın və bununla da öz tənhalığını təmin etsin. Bu qayda ilə yuxarı sinif adlandırdığımız təbəqə gülüş ustalarını cəmiyyətdən ayırmağın xüsusi üsulunu alqışı fikirləşib. Sadə xalq belə amansız deyil. Onlar Gwynplenə nifrət etmirdilər. Onların ondan zəhləsi getmirdi. Buna baxmayaraq İngiltərənin ən sonuncu limanının, ən sonuncu gəmisinin, ən sonuncu tıxaççısı özünü bu əyləndirici tör-töküntüdən yüksəkdə sayır və düşünürdü ki, bu oyunbazdan Lordun tıxaççıdan yüksəkdə olduğu qədər yüksəkdədir. Beləcə bütün gülüş ustaları kimi Gwynplen də əl çalara mükafatlandırır və tənhalığa məhkum edirdilər. Belə götürəndə bu dünyada hər bir uğur cinayətdir. Bunun cəzası çəkilməlidir. Hər medalın başqa bir üzü var. Gwynplen üçün uğurun o bir üzvü yox idi. Çünki uğurun hər iki üzü onun ürəyincə idi. Alqışlara sevinir, tənhalığından razı qalırdı. Alqışlar ona var dövlət gətirir, tənhalığı isə ona xoşbəxtlik bəxş edirdi. Aşağı təbəqələrdə varlı olmaq ancaq kasıb olmamaq deməkdir. Paltarında deşik olmamaq, qarnının aclığından əziyyət çəkməmək, ocağında yandırmaq üçün həmişə odunun olmağıdır. Doyunca yeyib içirsən, dilənçiyə verməyə xırda pulundan tutmuş hər şeyin var. Gwynplen bax bu cür özünü sərbəst hiss edəcək qədər keçicik xoşgüzaran əldə etmişdi. Ancaq onun ürəyi əvəz oluna bilməyən var dövlətə malik idi. O sevir və sevilirdi. Bundan artıq nə arzulaya bilərdi? O başqa heç nə arzulamırdı. Ona ancaq bu eybəcərlikdən qurtarmağa təklif etmək olardı. Ancaq bu təklifə necə qəzəblə rədd edərdi? Ola bilsin əvvəl həqiqətən yaraşıqlı və cazibədar olmuşdu, lakin üzündəki maskanı ataraq əvvəlki əsl üzünü geri qaytarmağa heç vaxt razı olmazdı. Bəs onda Deyanı necə saxlayardı? Onda onu sevən bir mülayim, kör bədbəxtin başına nə gələcəkdi? Onu bir növ xüsusi gülüş ustasına çevirən bu maska olmasaydı, meydançalarda xırda pullar gözləyən sadə bir tərxək, gözə çarpmayan bir idmançı olardı. Gwynplenin qəlbində baş verənlər Ursusun gözündən yayınmırdı. Bir dəfə dərin fikirlərə qərq olan Gwynplen ətəyindən dartıb qışqırdı. Sən deyəsən, ətrafına diqqət yetirməyə başlamısan, axmaq. Özünü gözlə, bu sənə aid deyil. Sənin başqa işin var, Deyanı sevmək. Sən iki qat xoşbəxtsən. Birincisi, cəmaət sənin sifətini görür, ikincisi, Deya sənin sifətini görmür. Sən özünə məxsus olmayan xoşbəxtlikdən istifadə edirsən. Heç bir qadın üzünü gördükdən sonra səninlə öpüşmək istəməz. Axı sənin rahatlığının bu növrəsi olan bu ağız, sənə var dövlət gətirən bu sifət sənin sifətin deyil. Sən bu sifətlə doğulmamısan. Öz üzünün cizgilərini cəhənnəmdən oğurladığınla dəyişmisən. Sən şeytanın maskasını oğurlamısan. Sənə baxmaq mümkün deyil. Bəxtinə düşmüş bu uğurla barış. Bizim çox gözəl qurulmuş dünyamızda yerində xoşbəxt olmaq hüququ olanlar və təsadüfən xoşbəxt olanlar var. Sən təsadüfün doğurduğu ərköyünsən. İçərisinə ulduz düşmüş zirzəmidə yaşayırsan. Bu bədbəxt ulduz sənə çatıb. Bu zirzəmidən çıxmağa can atma. Öz ulduzunu möhkəm saxla, hörümcək.
Sənin torunda almaz tək yanan Veneradır. Yaxşı olar mərhəmətli olasan, şıltaqlıq etməyəsən. Mən sənin fikirləşdiyini görürəm. Bu axmaqlıqdır, qulaq as. Mən səninlə əsl poeziya dilində danışacağam. Qoy deyə bolluca mal və qoyun ətindən kotletlər yesin və yarım ildən sonra o türk qızları kimi ətə qana gələcək. Onunla evlən, sənə uşaq doğar. Həm də birini yox, ikisini, üçünü, çoxlu uşaqlar doğar. Bax, mən bunu fəlsəfə adlandırıram. İnsanın özünü xoşbəxt hiss etməsi pis şey deyil. Öz körpələrin olmağı möhtəşəm hadisədir. Uşaqların olsun, onları bələ, burunlarını sil, yatmağa uzat, çirkli əskilərini yu və qoy bu körpələr ətrafında qımıldasınlar. Əgər onlar gülürlərsə gözəldir, ağlaşırlarsa lap yaxşı, qışqırırlarsa demək yaşayırlar. Bax gör onlar yarım il necə döşəmir. 1 yaşında iməkləyir, 2-də yeriyir, 15 yaşında yeniyetməyə çevrilir, 20 yaşında aşiq olurlar. Kim bu sevinclərə sahibdirsə, onun hər şeyi var. Mən bu xoşbəxtliyi əldən buraxdım. Buna görə də kobud heyvandan fərqlənmirəm. Ən gözəl poemaları yazan, dünyanın ilk böyük ədəbi tanrının özü Katibi Musaya çoxalın demişdi. Müqəddəs yazıda belə deyir: Çoxal heyvan, dünya isə necə varsa elə də qalacaq. Dünyada hər şey sənin köməyin olmadan da başayaq gedəcək. Buna görə narahat olma. Gülən adam. Gwynplenin məşhurlaşdığı ləqəb belə adlanırdı. Bu ləqəbin altında onun az qala heç kəsə məlum olmayan əsl adı gülüş maskası altında yoxa çıxan əsl üzü kimi yoxa çıxdı. Onun məşhurluğu bir maskadan ibarət idi. Buna baxmayaraq adı yaşıl qutunun qabaq divarına bərkidilmiş enli lövhədə göz oxşuyurdu. Ursusun tərtib etdiyi lövhədə belə yazılmışdı. Burada 10 yaşında olarkən 1690-cı ilin 29 yanvar gecəsində Portlanddə dəniz sahilində qəddar kompratikoslar tərəfindən atılan, indi isə böyüyərək gülən adam adı daşıyan Gwynpleni görmək olar. Bu oyunbazların varlığı cüzam xəstələrinin yerləşdiyi xəstəxananın varlığına və ya hansısa naməlum Atlantida sakinlərinin məmnun həyatına bənzəyir. Hər gün onların yarmarka əhlinin qarşısındakı səsküylü çıxışlardan bu dünyadan təcrid olmağa vərdiş etdikləri keçid baş verirdi. Hər gecə ölülər qəbirdə gizlənən kimi yoxa çıxır, növbəti gün yenidən dirilirdilər. Aktyor mayakın gah yanan, gah da yoxa çıxan fırlanan fənərdir. Tamaşaçılar üçün o ancaq qorxulu xəyal, işığın qaranlıqla bir-birini əvəz etdiyi həyatda isə ancaq parıltıdır. Gələcəyi görən kor və onun sevimlisi olan eybəcər yan-yana oturur, əl-ələ tutur, alın-alına söykənir. Beləcə yaxınlıqdan məhz olaraq bir-birinlə pıçıldaşırdı. Ursus qazancı saydıqdan sonra axşam yeməyinə otururdular. Məhəbbət həmişə ideal neysə tapır. Sevənlər birgə yeyib içəndə bu onlara hər bir tikəni öpüşə çevirən xəlvəti bir-birinə heyranedici toxunuşlar etməyə imkan verir. Onlar el və ya şərabı şeh damlasını bir zambaq kasacığından içirmiş kimi bir qabdan içirdilər. Onların qəlbi 2 məlahətli quşu xatırladırdı. Gwynplen deyə qulluq edir, ona yaxın əylərək çörək və ya ət doğrayır, ona çay süzürdü. Deyə Ursus mırıldanırdı, ancaq onun bu donquldanmağı özünün asılmadan təbəssümə keçirdi. Gwynplen çox təsadüfi hallarda boş küçə və adamlar olmayan yerlərdə biraz gəzinmək üçün yaşıl qutusunu tərk edirdi. Şəhərlərdə o ancaq gecələr çölə çıxır, küçədə sifəti görünməsin deyə geniş şləpasını gözünün üstünə endirirdi. Açıq üzlə onu ancaq səhnədə görmək mümkün idi. Ümumiyyətlə, yaşıl qutu şəhərlərdə çox az olurdu. Gwynplen öz 24 yaşında hələlik 5 liman şəhərlərindən başqa şəhər görməmişdi. Buna baxmayaraq Gwynplenin şöhrəti artırdı. O artıq adi adamlar arasından çıxaraq yuxarılara qalxmağa başlayırdı. Bir yerdən başqa yerə köçərək gah burada, gah da orada görünən qeyri-adi sifətli adam haqqında söz-söhbət, yarmarka möcüzələri həvəskarları və qeyri-adi şeylər xoşlayanlar tərəfindən ağızdan ağzı yayılaraq çoxalmışdı. Onun haqqında danışır, onu axtarır, bir-birlərindən o hardadır, ona necə baxmaq olar deyə soruşurdular. Gülən adam açıq-aşkar məşhurlaşırdı. Onun şöhrətinin parıltısı müəyyən dərəcədə məğlub edilmiş xaosun üzərinə də düşürdü. Nəhayət bir dəfə şöhrətpərəst düşüncələrlə dolu Ursus Londona getmək lazımdır deyə elan etdi. Tedcaster mehmanxanası. O zamanlar Londonda cəmsi bir körpü, tikilmiş evlərin arasında itən London körpüsü var idi. Bu körpü şəhəri yaxınlıqdakı dar küçə və döngələri Temzanın çaylaq daşları ilə döşənmiş, əsl darısqallıq olan Southwark ilə birləşdirirdi. Şəhərin özü kimi Southwark da yanğın üçün münasib məkan olan, necə gəldi tikilmiş müxtəlif tikillərdən, yaşayış evlərindən və taxta daxmalardan ibarət idi. 1666-cı il hadisələri bunu sübut etdi. O zamanlar Southwark-a Soudrick deyilirdi. Bizim günlərdə isə təxminən Southwark deyilir. Ümumiyyətlə, İngilis adlarının ən yaxşı deyilmə qaydası onları ümumiyyətlə deməməkdir. Məsələn, Southampton sözünü Stpinton kimi deyin.
Bu vaxtlar Çetem Jötem kimi deyilirdi. O zamanki Vajirar Marselə oxşadığı kimi Southwark da indiki Southwark oxşuyurdu. İndi şəhər olan bu yer o zaman qəsəbə idi, ancaq limanı həddən artıq canlı idi. Temza çayının üzərindəki uzun, köhnə, həmahəng, divarı oxşayan quruğuya çay gəmilərinin yanılması üçün halqalar keçirilmişdi. Bu divar Efrok divarı və ya Efrokstone adlanırdı. York hələ Saksoniyanın olduğu dövrlərdə Efrok adlanırdı. Əfsanəyə görə burada hansısa Efrok hersoqu suda boğulmuşdu. Doğrudan da bura hər bir hersoq üçün dərindir. Hətta qabarma çəkildiyi zaman da burada dərinlik 6 barsdan az olmur. Southwark yaşıl çəmənliyi Trainzofield adlandırırdı. Çünki o nə zamansa eyni vaxtda Tarinzo MacLean baronu rütbəsi daşıyan Gasting baronlarına məxsus olmuşdu. Gasting baronlarından Tarinzofield Tedcaster baronlarına keçmişdi. Onlar oranı xalq gəzintiləri yeri kimi icarəyə verirdilər. Bu sonralar Orlean hersoqlarının birinin Palais Royalı öz gəlir mənbəyinə çevirməsi kimi bir şey idi. Zaman keçdikcə Tarinzofield vərəsəsiz əmlak kimi məhəllə əmlakına çevrildi. Tarinzofield bir növ sehirbazlıq göstərənlərin, kəndirbazların, oyunbazların və musiqiçilərin taxta tikilləri cərgə ilə düzülmüş və həmişə arxiyepiskop Şapın dediyi kimi şeytana baxmağa gələn bekar adamların toplandığı daimi yarmarka meydançası idi. Şeytana baxmaq göstərilən tamaşalara baxmaq demək idi. Bir neçə yeməkxananın fasadı bu bayramsayağı bəzənmiş meydançaya tərəf baxırdı. Onların bəziləri teatrlardan tamaşaçıları oğurlayır, digərləri onlara daha çox tamaşaçı cəlb edirdi. Bu yeməkxanalar çiçəklənmə dövrünü yaşayırdı. Ancaq gündüz açıq olan adi yeməkxanaların sahibləri axşamlar qapını bağlayır, açarı cibinə qoyub çıxıb evinə gedirdi. Bunlardan yalnız biri mehmanxana xüsusiyyəti daşıyırdı. O, bütün yaşıl çəmənlikdə yeganə möhkəm yaşayış binası idi, çünki yerdə qalan yarmarka tikilləri istənilən anda sökülə bilərdi. Bu gəzərgi komediya ustalarını bir yerə bağlayan heç bir səbəb yoxdur. Oyunbazlar köçərə həyat sürürlər. Bura bu ərazinin köhnə sahiblərinin adı ilə Tedcaster mehmanxanası adlanırdı. Meyxanadan çox karvansara həyətinə və yeməkxanadan çox mehmanxanaya oxşuyurdu. Onun geniş həyətinə böyük darvazadan girmək olardı. Tedcaster mehmanxanasının sahibi və xidmətçisi var idi. Sahibi Nichols dayı, xidmətçini isə Govikem çağırırdılar. Nichols dayı çox güman Nikolay adının ingiliscə deyilişi Nicholas'a çevrilmişdi. Qanun qarşısında əsən xəsis dul idi. Onun qalın qaşları, tüklü əlləri vardı. Müştərilərə qulluq edən və Govikemin çağırışına cavab verən 14 yaşlı oğlana gəldikdə isə o həmişə üzü gülər, yekəbaş yeniyetmə idi. Önlük geyinir, saçlarını asıllı qəlaməti olaraq dalğalı qırxdırırdı. O, aşağı mərtəbədə əvvəllər it saxlanılan balaca yuvada yatırdı. Bu yuvanın pəncərəsini yaşıl çəmənliyə baxan yumru dəlik əvəz edirdi. Bir dəfə axşam heç kimin küçədə dayanmayacağı, soyuq və küləkli bir havada Tarinzofielddən keçən bir nəfər Tedcaster mehmanxanasının divarları yanında dayandı. 1704-1705-ci illər qışının sonu idi. Əynindəki paltarına görə matrosa oxşayan bu adam gözəl bədənə və hündür boya malik idi. Bu saray qulluqçularına layiq, həmçinin sadə adamlara yaraşan bir şeydir. O niyə dayanmışdı? Qulaq asmaq üçün. Nəyə qulaq asırdı? Divarın o tərəfindən eşidilən səs çox güman həyətdən gəlirdi. Bu səs qoca adama məxsus idi, ancaq küçədən eşidiləcək qədər gür gəlirdi. Eyni zamanda bu səsin gəldiyi həyətdən çoxlu adamın gürültülü səsi gəlirdi. Səs deyirdi: "Bu da mən, Londonun kişi və qadın sakinləri. Sizi ingilis olduğunuza görə səmimi qəlbdən təbrik edirəm. Siz möhtəşəm xalqsınız. Daha dəqiq deyəcəm, siz möhtəşəm sadə xalqsınız. Siz yumruqla qılıncdan yaxşı döyüşürsünüz. Çox gözəl iştahanız var. Siz başqa xalqları yeyən xalqsınız. Möhtəşəm məşğuliyyətdir. İngiltərənin başqalarını yeyə bilmək qabiliyyəti onu tamamilə başqa edir. Öz siyasətinizdə və fəlsəfənizdə koloniyaları və bütöv xalqları ələ almaq istedadınız, özgəsinə pislik edərək özünüzə xeyir gətirmək qabiliyyətində heç kim sizinlə müqayisə edilə bilməz. Valeh edicisiniz. İndi yer kürəsinin iki yerə bölünəcəyi vaxt uzaqda deyil, birində insanların torpağı, digər hissəsində isə ingilislərin torpağı yazısı həkk ediləcək. Mən gözəl nitqləri və poeziyanı sevirəm. Bu güllələrlə çox yaxın məsum münasibətim var. Öz nitqimi məsləhətlə bitirirəm. Hörmətli cənab və hörmətli xanımlar, qəlbinizin bir işıqlı küncündə xeyirxahlıq, təvəzzökarlıq, saflıq, haqq tərəfində olmaq və məhəbbət kimi güllər becərin. O zaman bizim hər birimiz bu dünyada pəncərəmizi gül qabı ilə bəzəyə bilərik.
Milordlar və cənablar, mən sözümü bitirdim. İndi isə tamaşamıza başlayırıq. Bütün bu nitqə küçədə qulaq asan matros geyimli adam yeməkxananın alçaq tavanlı zalına girdi. Masaların arasından keçərək ondan giriş üçün tələb olunan pulu ödədi və bir anda adamla dolu həyətə düşdü. Həyətin dərinliyində təkərin üstündə divara açılmış taxta ev göründü. Taxta meydançanın üzərində ay dərisi geyinmiş hansısa qoca, üzü eybəcər maskaya oxşayan cavan adam, kor qız və canavar dayanmışdı. Lənət şeytana, bu səhnə matrosun xoşuna gəldi. Çox gözəl aktyorlardır. Oxucunun artıq tanıdığı yaşıl qutu Londona təzəlikcə gəlib Southwarkda dayanmışdı. Yaşıl çəmənlikdə yarmarkanın hətta qışda da bağlanmaması kimi gözəl xüsusiyyət Ursusun diqqətini cəlb etmişdi. Müqəddəs Pavelin günbəzini görmək Ursusa xoş gəlirdi. Necə də olsa London bir çox yaxşı hadisələrin baş verdiyi şəhər idi. Axı baş kilsəni müqəddəs Paveli həsr etmək üçün böyük cəsarət tələb olunurdu. Əsl kilsə müqəddəsi Pyotr kilsəsi hesab olunurdu. Müqəddəs Pavel yersiz təxəyyülü ilə bir qədər şübhə doğurur. Onun kilsə təxəyyülü isə küfrə aparıb çıxardırdı. Müqəddəs Pavelin müqəddəs kimi tanınması ancaq onun günahını yüngülləşdirən şəraitlə bağlı idi. O göylərə xəlvət yola düşmüşdü. Kilsə lövhədir. Müqəddəs Pavel kilsəsi küfürlər şəhəri Londonun lövhəsi olduğu kimi, müqəddəs Pyotr kilsəsi də ehkamlar şəhəri Romanın lövhəsidir. Ursusun hərtərəfli dünya görüşü bu çalarları lazımınca qiymətləndirməyə qadir idi. Londonun onu cəlb etməsini isə müqəddəs Paveli olan ehtiramı ilə izah etmək olardı. Ursus öz seçimini Tedcaster mehmanxanasına da saxladı. Onun geniş həyəti sanki yaşıl qutu üçün düzəldilmişdi. Üstəlik hazır tamaşaçı zalı da var idi. Kvadrat həyət üç tərəfdən yaşayış tikililəri əhatə olunmuşdu. Dördüncü tərəfdə isə mehmanxana ilə üzbəüz qaldırılmış bütöv divar dururdu. Yaşıl qutunu geniş darvazadan içəri salıb bu divarın dibində saxladılar. Dirəklər üzərində qurulmuş, üstü örtülü, uzun taxta qalereya ikinci mərtəbə sakinlərinin ixtiyarında idi. O iki yerdə düzbucaq əmələ gətirərək içəri divarın fasadı boyu uzanırdı. Divara söykənmiş yaşıl qutunun üzü tamaşaçılar yığılmış zala tərəf idi. Bu mənzərə tam olaraq ilk dəfə Otello, Kral Lear və Tufanın oynadıldığı Globusu xatırladırdı. Yaşıl qutunun arxasındakı arada at tövləsi yerləşirdi. Ursus yeməkxananın sahibi Nichols dayı ilə hər şey barədə razılaşmışdı. Qanuna hörmət əlaməti olaraq canavarı çox böyük pul müqabilində içəri buraxmışdı. Yaşıl qutudan çıxarılmış Gwynplaine gülən insan lövhəsini mehmanxananın lövhəsi ilə yan-yana asmışdılar. Meyxananın zalından oxucunun bildiyi kimi birbaşa həyətə çıxmaq üçün içəri qapı var idi. Elə bu qapının yanında ağzı aşağı çəllək qoyulmuşdu. Bu, kassirlər üçün butqana əvəz edirdi. Bu vəzifəni növbə ilə Phoebe və Venus yerinə yetirirdi. Bütün qaydalar hamısı elə bizim günlərdəki qaydalara uyğun gəlirdi. Hər tamaşaçıdan pul alırdılar. Gwynplaine gülən insan lövhəsinin altından iki mismarla ağ rəngə boyanmış taxta lövhə vurmuşdular. Onun üzərində isə kömürlə Ursusun tanınmış, məğlub edilmiş xaos piyesinin adı yazılmışdı. Qaleriyanın mərkəzində yaşıl qutu ilə üzbəüz taxta ara kəsmələr vasitəsilə əsilzadə tamaşaçılar üçün bölmə düzəltmişdilər. Ora şüşə qapıdan girirdilər. Burada iki cərgə 10 nəfər otura bilərdi. Ursus deyirdi: "Biz Londondayıq. Həmişə əsilzadə tamaşaçıların da gələ biləcəyini nəzər almaq lazımdır." Onun tələbi ilə burada mehmanxanada tapa bildikləri ən yaxşı stulları qoydular. Ortada isə birdən hansısa əyanın arvadı tamaşaya baxmağa gələr deyə hər ehtimala qarşı üstünə qırmızı naxışlar olan qızılı rəngli məxmər çəkilmiş kreslo yerləşdirildi. Tamaşa başlandı. Elə ilk andan içəri adamlarla dolmuşdu. Ancaq zədəganlar üçün ayrılmış bölmə boş qalırdı. Əgər bunu nəzərə almasaq, hələ heç bir gülüş ustasının xatırlaya bilməyəcəyi qədər böyük uğur qazanmışdılar. Bütün Southwark hamısı gülən adama baxmağa gəlirdi. Gwynplaine Tarinzofieldəki təlxəklər və oyunbazlar arasında əsl çaxnaşma salmışdı. Sanki qırığı payız bülbülü qəfəsinə girərək onun bütün yemini yemişdi. Gwynplaine onların bütün tamaşaçılarını əllərindən almışdı. Qılınc odanları və klonların göstərdikləri miskin tamaşalardan başqa yarmarka meydanında əsl tamaşalar da olurdu. Burada atlıların və kəndir üstündə rəqs edənlərin olduğu sirk var idi. Oradan səhərdən axşama qədər hər cür müxtəlif alətlərin, təbillərin, sitranın, skripkanın səs gəlirdi. Böyük dairəvi çadırda müasir pirini bərk gedənləri Pierrefitin iti uclarından Limason yaylasını enməyi bacaran Dulma, Bardina və Maylongun da ayaqlaşa bilməyəcəyi tullanma sular çıxış edirdi. Ancaq Gwynplaine bu qorxulu ağızlı və iti dırnaqlı gülməli heyvanı da kölgədə qoymuşdu.
Maraq, alqışlar, toplantılar, cəmaət, gülən adam bunların hamısını özünə çəkmişdi. Hər şey bir göz qırpımında baş vermişdi. Yaşıl qutudan başqa heç nəyi bəyənmirdilər. Ursus məğlub edilmiş xaos qalib gələn xaos oldu deyərək Gwynplaine uğurlarının yarısını özününki hesab edir və ya aktyor dili ilə desək süfrəni öz qabağına çəkirdi. Gwynplaine qeyri-adi dərəcədə uğur qazanmışdı. Ancaq bu kiçik miqyaslı uğur idi. Su sərhədini keçmək çox çətindir. Shakespeare-in adının İngiltərədən Fransaya gəlib çıxması üçün 130 il lazım gəldi. Su divardır. Əgər Shakespeare-ə kömək edən və sonradan bu işinə görə peşman olan Voltaire olmasaydı, Shakespeare ola bilsin öz ada şöhrəti ilə hələ bizim günlərdə də divarın o tərəfində İngiltərədə qalardı. Gwynplaine'in şöhrəti London körpüsünü keçməmişdi. O hələ böyük şəhərdə əks-səda ayırda biləcək qədər böyüməmişdi. Hər halda bu ilk zamanlar üçün belə olmalıdır. Ancaq Southwark özü də şöhrətpərəst kloun üçün bəs edirdi. Ursus deyirdi: "Gəlir kisəmiz günaha batmış kimi göz qabağında şişir." Əvvəl Ursusu Rursus, sonra isə məğlub edilmiş Xaos oynayırdılar. Antrakt zamanı Ursus dodaqlarını tərpətmədən danışaraq özünün engastrimit bacarığını göstərirdi. O, burada olanların istənilən birinin səsini, oxumağını, qışqırmağını yamsılayaraq, bəzən oxşarlığı ilə oxuyan və ya qışqıranın özünü belə çaşdırır. Hərdən isə bütöv bir dəstə adamın çıxartdığı gürültü səsini çıxardırdı. Bu zaman isə sanki içərisində çoxlu adam var imiş kimi gür səs çıxarırdı. Çox gözəl istedaddır. Bundan başqa gördüyümüz kimi, o, həm Siserondan geri qalmayan şəkildə natiqlik edir, həm də dərmanlarını satır, həm təbiblik praktikası ilə məşğul olur və hətta xəstələri müalicə də edirdi. Southwark fəth edilmişdi. Southwarkda yaşıl qutuya göstərilən bu xoş qəbul Ursusa ləzzət edirdi. Ancaq onu təəccübləndirmirdi. O, bu qədim Trinobantlardır deyə bildirirdi. Trinobant qədim Britaniyada yaşamış tayfalardan biri. Sonra isə əlavə edirdi. Onların zövqünü isə mən nə Belçikdə yaşayan atrobatlarla, nə Somerset sakinləri olan belgilərlə, nə də Yorkun əsasını qoymuş Parizilərlə müqayisə edirəm. Hər bir tamaşa zamanı mehmanxananın parterə dönən həyəti kasıb geyinmiş, ancaq coşqun tamaşaçılarla dolurdu. Bunlar qayıqçılar, yük daşıyanlar, gəmi dülgərləri, çay gəmilərinin sükançıları, gəmidən yenicə sahilə düşmüş və qazanclarını yeyib içməyə və qadınlara xərclənmiş matroslardan ibarətdir. Burada həm faytonçular, həm meyxananın daimi sakinləri, həm də hansısa intizam pozuntusuna görə üstündə qara üzlü olan qırmızı mundir geyinən və buna görə qara qvardiyaçılar adlandırılan əsgərlər idi. Bütün bu cəmaət küçədən teatra, oradan isə meyxanaya tələsirdilər. İçkilər isə tamaşanın uğruna xələl gətirmirdi. Törtökündə adlandırılan bu adamların arasında biri xüsusilə seçilirdi. O başqalarından hündür, iri bədənli, güclü və enli kürək idi. Başqalarına nisbətən daha az kasıb görünürdü. Əyninə adi sadə, kasıb adamlara məxsus, lakin xoşagəlimli və səliqəli paltar geyinmişdi. Öz fərəhinin həddini üzə vura bilmədən yumruqları ilə özünə yol açır, saçlarını qarışdırır, söyür, qışqırır, diş qıcadırdı. Lazım gələndə kiminsə gözünün altını qaralda da bilərdi, ancaq həmin andaca xəsarət alanın könlünü bir şüşə şəraba qonaq etməklə ələ ala bilirdi. Bu buranın daimi gələni, yadınızdadırsa küçədən keçdiyi yerdə içəri keçib ilk dəfədən onları sevinclə alqışlayan həmin adam idi. Bu incəsənətə bələd adam elə ilk andan gülən adamın əsrinə çevrildi. O tamaşaların hamısına gəlmirdi, ancaq gələndə tamaşaçıların başçısına çevrilirdi. Əl çalmağı sürəkli alqışlara çevrilirdi. Coşqun uğur dalğaları tavana kimi olmasa da, sıx buludlara qədər qalxırdı. Nəhayət bu adam Ursusun diqqətini çəkdi. Gwynplaine də ona fikir verməyə başlamışdı. Görünür onlar bu adamın simasında özlərinə etibarlı dost tapmışdılar. Ursusla Gwynplaine onunla tanış olmaq və ya ən azından onun kimliyini bilmək istəyirdilər. Bir dəfə axşam təsadüfən mehmanxana sahibi Nicholsla toqquşan Ursus kulis əvəzini istifadə edilən mətbəxin qapısı arxasında həmin adamı göstərib soruşdu. Bu adamı tanıyırsınızmı? Əlbəttə. O kimdir? Matros. Adı nədir? Gwynplaine söhbətə qarışdı. Tom Jim Jack, mehmanxana sahibi cavab verdi. Öz işinə qayıtmaq üçün yaşıl qutunun açılmış pilləkəni ilə aşağı düşən Nichols dayı fövqəladə dərin mənalı fikrini söylədi. Çox heyf, lord deyil, yoxsa ondan çox gözəl fırıldaqçı alınardı. Yaşıl qutunun truppası mehmanxananın həyətində qalsa da öz həyat tərzini dəyişməmişdi və elə əvvəlki kimi ayrı-ayrı qalırdılar.
Qoyunpilin fikirli, özündən razı xəyallar içərisində açıq qapının önündə irəli-geri gəzinirdi. O nə barədə fikirləşirdi? Deya haqqında hər şey və heç nə, ən məhrəm şeylər barədə düşünürdü. Heç bir zaman mehmanxanadan çox aralanmırdı. Sanki hansısa bir bağ onu Deyanın yanında saxlayırdı. Evin ətrafında dolanmaq ona bəs edirdi. Sonra geri qayıdırdı. Bu vaxt yaşıl qutunun bütün sakinlərini artıq yatmış görür, özü də yatırdı. İnsanlar özgənin, xüsusilə kiminsə ziyanlı olan uğurlardan xoşlanmırlar. Məhv olunanlar təsadüfi hallarda məhv edənləri sevərlər. Gülən adam çox yaxşı hadisə idi. Ətrafdakı oyunbazlar çaşıb qalmışdılar. Teatr uğuru burulğandır. Cəmaatı özünə çəkərək ətrafında boşluq yaradır. Üzbəüz duran balaqanlarda qarışıqlıq yaranmışdı. Yaşıl qutu balaqanının qazancı artdıqca qonşu balaqanların qazancı azalmağa başlamışdı. İndiyə qədər tamaşaçıların həvəslə gəldikləri balaqanlara birdən-birə maraq azalmışdı. Bu iki bitişik qabdan birində mayenin azalması ilə o birində artmasına bənzəyirdi. Bütün teatrlar bu qabarma və çəkilmələrə çox gözəl bələddir. Çayın birində yaranan daşqın o birində su azlığına səbəb olur. Qonşu meydançalarda öz istedad və şeypurları ilə tamaşaçıları özünə çağıran yarmarkanın qarışqa yuvaları gülən adam tərəfindən təmiz dağıdılmış olmuşdu. Ancaq Gwynplaine çarəsiz vəziyyətə düşmələri ilə bərabər onların gözünü qamaşdırmışdı. Ona bütün təlxəklər, bütün klounlar, bütün oyunbazlar həsəd aparırdı. Gör bu heyvan sifətinin sahibi nə qədər xoşbəxtdir. Komediant analar və kəndirbazlar məyusluqla öz yaxşı uşaqlarına baxır və Gwynplaine-i göstərərək deyirdilər: "Heyf ki, sənin belə sifətin yoxdur." Onların bəziləri hirslənərək öz körpələrini gözəl olduqları üçün döyürdülər. Bir çox analar sirrini bilsəydilər, öz oğullarının sifətini Gwynplaine-in sifəti kimi eybəcər hala salardılar. Heç bir gəlir gətirməyən mələk sifət, öz sahibini günü-gündən varlandıran şeytan sifəti ilə müqayisədə heç nəyə dəyməz. Bir dəfə səhnədə Kupidon oynayan və baş mələkə kimi məlahətli bir körpənin anası ucadan dedi: "Bizim uşaqlar nə uğursuz alınıb. Gwynplaine-ə baxın, lazım olduğu şəkildə doğulub." Sonra yumruğu ilə uşağını hədələyib əlavə etdi: "Əgər atanın kim olduğunu bilsəydim, başına oyun açardım." Gwynplaine qızıl yumurta verən toyuq idi. Bütün balaqanlarda ancaq "Necə gözəl möcüzədir" sözləri eşidilirdi. Oyunbazlar heyranlıqla və ümidsizliklə dişlərini qıcadaraq gözlərini Gwynplaine-dən çəkmirdilər. Qəzəb coşduğu zaman onu kin adlandırırlar. Bu zaman onun səsi canavar ulamasına çevrilir. Yaşıl qutunun qonşuları məğlub edilmiş xaosun uğrunu pozmağa cəhd etdilər. Öz aralarında razılığa gələrək fit çalmağa, xoruldamağa, ulamağa başladılar. Bu Ursusun cəmaat qarşısında Qortenzi ruhunda ifşa edici nitqlə çıxış etməyə və Tom Cimcekin sakitliyi bərpa etməsi üçün gərəyincə inandırıcı yumruqlarını işə salmağına səbəb oldu. Tom Cimcekin yumruq davası tam olaraq Gwynplaine-in diqqətini özünə cəlb edərək eyni zamanda Ursusun ona qarşı hörmətinin artmasına səbəb oldu. Ancaq uzaqdan uzağa, çünki yaşıl qutunun truppası heç kimlə tanış olmağa çalışmır və hamıdan kənar dururdu. Tom Cimcəkə gəldikdə isə onun bu başçılıq etdiyi tör-töküntüdən bir baş yuxarıda dayandığı görünürdü. O heç kimlə dostluq və yaxınlıq etmirdi. Qalmaqalçı və bütün davaların səbəbkarı gah görünür, gah da yoxa çıxırdı. Bütün dünya ilə dost olmaqla bərabər heç kimlə yoldaşlıq etmirdi. Ancaq Gwynplaine-in azğıncasına paxıllığını çəkənlər Tom Cimcekin onları bir neçə dəfə kötəkləməsini özlərinə eyib hesab etmədilər. Piyesi fitə basmaq cəhdi iflası uğradıqdan sonra Tarinzofil komediantları şikayət verdilər. Onlar hökumətə müraciət etdilər. Bu adi üsuldur. Əgər kiminsə uğuru bizim yolumuzu kəsirsə, əvvəlcə cəmaatı onun üstünə salır, sonra isə polisi köməyə çağırırıq. Oyunbazlara keşişlər də qoşuldu. Gülən adam xətiblərə zərər vurmuşdu. Təkcə balaqanlar deyil, kilsələr də boşalmışdı. Southforkun 5 məhəlləsinin kiçik kilsələri adamlarından məhrum olmuşdu. Adamlar Gwynplaine-ə baxmaq üçün muizədən qaçırdılar. Məğlub edilmiş xaos, yaşıl qutu, gülən adam, bütün bu bütpərəst iyrəncliklər kilsənin gözəl nitqlərindən yüksəkdə dururdu. Cavabsız qalan imdad, Voctamantis Jin Deserdo belə hallardan razı qalmır və məmnuniyyətlə mövcud hakimiyyəti köməyə çağırır. 5 məhəllənin kilsə başçısı London yepiskopuna şikayətlə müraciət etdilər. O isə öz növbəsində Əla Həzrətə müraciət etdi.
Komediantlar öz şikayətlərində dini düşüncələrə əsas gətirmişdilər. Onlar dinin təhqir edildiyini bildirirdilər. Gwynplaine cadugərlikdə, Ursus isə Allahsızlıqda ittiham edirdilər. Keşişlər isə əksinə, ictimai qayda-qanunların pozulmasını irəli sürürdülər. Kilsə suallarını bir tərəfdə saxlayaraq, parlament aktlarının pozulmasını əsas gətirirdilər. Bu daha hiyləgər üsul idi. Çünki bütün bunlar bundan 6 ay qabaq 28 oktyabr 1704-cü ildə bitmiş Lokkonun vaxtında baş verir və Bolingbroke'un tezliklə Voltaire təsiri, skeptisizm artıq ağıllara öz təsirini göstərirdi. Nəticədə Loyola öz vaxtında papizmi bərpa etdiyi kimi Wesley də yenidən İncilə müraciət etməli oldu. Beləcə, yaşıl qutuya iki tərəfdən oyunbazlar Tövrat, ruhanilər isə polis qaydaları adından hücum edirdilər. Bir tərəfdə səma, digər tərəfdə yol qaydaları, həm də keşişlər yol qaydalarının, oyunbazlar isə səmanın göylərin tərəfini saxlayırdılar. Müqəddəs atalar yaşıl qutunun yollarda sərbəst hərəkətə mane olduğunu, oyunbazlar isə onda cadugərlik gördüklərini iddia edirdilər. Bunun üçün hansısa bəhanə vardımı? Yaşıl qutu belə ittihamlar üçün əsas verirdimi? Hə, verirdi. Onun cinayəti nədən ibarət idi? Truppada canavar var idi. Axı canavara İngiltərədə yaşamağa icazə vermirdilər. Dog olar, canavarı isə olmaz. İngiltərədə hürən itlərin əleyhinə deyirlər. Ancaq ulayanları tanımaq istəmirlər. Həyət və meşə heyvanı arasındakı fərq bundadır. Beləcə Qomo təqiblər üçün bəhanə oldu. Mehmanxana sahibinin sayəsində Ursus bütün bunlardan xəbərdar idi. O narahat olmağa başlamışdı. Çünki polisin və ədalətin caynağına keçməkdən qorxurdu. Məhkəmə məmurlarından qorxmaq üçün təkcə bir qorxu bəs edir. Nədəsə günahkar olmağa ehtiyac yoxdur. Ursusun şeriflə, Prevo ilə, hakim və ya koroner ilə üz-üzə gəlmək kimi bir arzusu yox idi. Gözünü zilləyib onlara yaxından baxmaq istəmirdi. Dovşan ov tazısını görmək istəmədiyi kimi, onun da məhkəmə idarələrinin nümayəndələri ilə tanış olmağa həvəsi yox idi. O artıq Londona gəlməyinə heyfsilənirdi. Yaxşıların yaxşısını axtarmazlar. O dodaqaltı öz-özünə danışırdı. Mən bu atalar sözünü yersiz hesab edirdim, amma yanılmışam. Axmaq həqiqət hesab etdiyimiz fikir ən doğru fikir imiş. Bir belə birləşmiş qüvvələrə qarşı dinin müdafiə etdiyi oyunbazların və tibb adından ayağa qalxmış ruhanilərin qarşısında cadugərlikdə günahlandırılan Gwynplaine'in və quduzluqda günahlandırılan Qomonun simasında bu bədbəxt yaşıl qutunun dadına çatan ancaq bir üstünlük vardı. İngiltərədə böyük qüvvə sayılan yerli hakimiyyətin fəaliyyətsizliyi. Bu fəaliyyətsizlikdən İngilis azadlığı yaranıb. İngiltərədə azadlıq özünü dəniz qabarması kimi aparır. Adətən qorxulu qanunvericiliyi öz dərinliyini çəkərək azca-azca yuxarı və yuxarı qaldırır. Ancaq hələ də amansız sayılan kodeks indi də azadlığın şəffaf hamar səthindən süzülüb keçə bilir. İngiltərə belədir. Yaşıl qutuya qarşı nifrət öz hədəfinə çatmadığı üçün onun uğruna daha da təkan verdi. Yaşıl qutunun həyatı bu nifrətdən korlanmadı. Hətta əksinə, tamaşaçılar arasında intriqalar və ayaq altını qazmalar haqqında söhbətlər gəzməyə başladı. Və bu, gülən adamı daha da məşhurlaşdırdı. Camaat çuğulluğu hiss edir və qurbanın tərəfini saxlayır. Sıxışdırılmağa məruz qalırsa, ona rəğbət göstərəcəklər. Xalq instinktlə hakimiyyətin hədələyici barmağının tuşlandığı hər şeyi öz müdafiəsi altına götürür. Çuğulluğun qurbanı qadağan olunmuş meyvədir və o daha xoş gəlir. Yüksək rəhbərlərin xoşu gəlmədiyi alqışlamalar çox xoşdur. Sıxışdırılana öz təşəbbüsünü, təəssübünü və sıxışdırana öz narazılığını bildirərək şən axşam keçirmək kimin xoşuna gəlməz. Sən əziləni qoruyur və eyni zamanda da əylənirsən. Balaqan sahiblərinin qarşılıqlı razılıqla gülən adamı fitə basmağa və səs-küy salmağa davam etdiklərini də bildirməliyik. Uğura bundan artıq heç nə kömək edə bilməzdi. Düşmənlərin səs-küy qaldırması qələbəni gücləndirir və daha da qabardır. Dost alqışlamaqdan yorula bilər, düşmən isə söyüb yamanlamaqdan əl çəkməz. Söyüş adama zərər vermir. Düşmənlər bunu başa düşmürlər. Onlar özlərini təhqirdən saxlaya bilmirlər. Bu onların verdiyi xeyirdir. Onlar susmağı bacarmamaqla tamaşaçıların marağını artırırlar. Camaat dalğa kimi məğlub edilmiş xaosa baxmağa gəlirdi. Ursus Nicholstein'in ona çatdırdığı araqatanlıq və yuxarı rəislərə edilmiş şikayətlər barədə Gwynplaine heç nə deməyərək özündə saxlayır, onun aktyora lazım olan sakitliyini pozmaq istəmirdi. Əgər bədbəxtlik gələcəksə, bu barədə öyrənməyə vaxt olacaq. Bununla belə bir dəfə Ursus
Ehtiyat etməkdən əl çəkərək hər ehtimala qarşı Gwynplaine narahat etməyi lazım bildi. Düzdür, bu dəfə yarmarka oyunbazlarının və kilsə xidmətçilərinin intriqasından daha ciddi bir işdən söhbət gedirdi. Bir dəfə Gwynplaine kassanı hesablayan zaman yerə düşmüş fartinqi döşəmədən qaldıraraq ona diqqətlə baxmağa başladı. O, xalqın kasıblıq rəmzi olan bu pulun üzərində taxtacı təbəssüm edən Kraliça Annanın şəklinin olmasına təəccübləndi. O, mehmanxana sahibinin yanında bu barədə özünün tamamilə ciddi fikirlərini söyləmişdi. Nicholson eşitdiyi bu sözlər ağızdan ağza yayılaraq sonunda Phoebe və Vinosun vasitəsilə Ursusa çatdı. Ursusun bədəni coşub soyudu. Hökumət əleyhinə sözlər, zat-alilərini təhqir. O, Gwynplaine amansızcasına möhkəmcə damladı. O, iriyənc ağzını yum, dünya güclülərin qanunu heç bir iş görməməkdən, kiçik adamların qanunu susmaqdan ibarətdir. Kasıbın ancaq bircə dostu var, susmaq. O, həmişə bir mənalı şəkildə hə deməlidir. Hər şeyi qəbul etmək, hər şeylə razılaşmaq, bax, onun ancaq buna haqqı çatır. Hakimə hə demək, krala hə demək, əsilzadə adamlar beyinlərinə düşsə, bizi döyə bilərlər. Mənim özümü dəfələrlə döyüblər. Bu onların imtiyazıdır. Bizim sümüklərimizi sındırmaqla onlar öz möhtəşəmliyini kiçiltmir. Sümük sındıran qartalın bir növüdür. Hökümdar əsası qarşısında baş əyək. O dəyənəklər arasında birinci yerə sahibdir. Ehtiram ehtiyatdan başqa bir şey deyil. Səbirli itayət özünü müdafiədir. Bu söhbətdən sonra Ursus bir xeyli müddət sakitləşə bilmirdi. Gwynplaine isə heç bir damcıda həyəcanlanmadı. Cavanlıq təcrübəsizlikdir. Ona görə də qorxu hiss etmir. Ancaq görünür, Gwynplaine'in sakitliyinə əsas var idi. Axı kraliça haqqında dediyi sözlərdən sonra bir neçə həyəcansız həftə keçmişdi. Sanki heç bir səs-səmir yox idi. Ursus isə bildiyimiz kimi başı soyuq deyildi. Cüyür kimi həmişə qulağı səsli olurdu. Bir dəfə Gwynplaine möhkəm danlayandan bir neçə gün sonra Ursus meydana açılan balaca pəncərəyə baxdı və rəngi qaçdı. Gwynplaine! Nədir? Ora bax. Hara? Meydana? Nə olsun? Bu yoldan keçəni görürsənmi? Qara paltarlı adamı? Hə. Əlində dəyənəyi olan? Hə. Nə olsun? Gwynplaine, bu adam Weapon Take adlanır. Weapon Take nə deməkdir? O, əsa gəzdirən dairə pristavıdır. Dairə pristavı nə deməkdir? Bu, Propositus 100 deməkdir. Bu Propositus 100 kimdir? Çox qorxulu vəzifəli şəxsdir, yüzlüyün rəisidir. Bəs onun əlindəki nədir? Bu Iron Weapon'dır. Iron Weapon nə deməkdir? Dəmir əsa. Onunla nə edir? İlk növbədə ona and içirlər, elə buna görə də əsa gəzdirən adlandırılır. Bəs sonra? Sonra o onunla kiməsə toxunur. Nə ilə? Dəmir əsa ilə. Əsa gəzdirən dəmir əsa ilə kiməsə toxunur? Hə. Bu nə deməkdir? Bu dalımca gəl deməkdir. Onda onun dalınca getmək lazımdır. Hə. Hara? Mən hardan bilim? O özü hara getmək lazım olduğunu deyirmi? Yox. Bəs ondan soruşmaq olarmı? Yox. Bu necə olur? O heç nə demir. Ona heç nə demirlər. Bəs o dəmir əsa ilə sənə toxunur və bununla da hər şey deyilir. Onun ardınca getməlisən. Bəs hara? Hara aparsa ora. Bəs axı hara? O hara istəsə, Gwynplaine. Bəs etiraz etsən, asarlar. Ursus yenidən başını pəncərəyə soxdu. Dərindən nəfəs alıb dedi. Allaha şükür yanımızdan keçdi. Bizə gəlmirmiş. Görünür Ursus, Gwynplaine'in ehtiyatsızlıqla dediyi sözlərə görə yaranacaq qeybət və çoğulluqdan lazım olduğundan çox qorxurdu. Yanında bu sözlər deyilmiş Nichols dayıya, yaşıl qutunun yazıq sakinlərinə hakimiyyət nümayəndələrində şübhə oyanması sərf etmirdi. Gülən adam onun özünə də çox xoş gəlirdi. Məğlub edilmiş xaos 2 qat müvəffəqiyyətin rəhni oldu. Yaşıl qutuda incəsənə zəfər çaldığı zaman meyxanada sərxoşluq çiçəklənirdi. Ursus olduqca daha qorxunc bir həyəcan yaşamağa məcbur oldu. Bu dəfə bu birbaşa onun özünə aid idi. O, Bishop Gatesdə 3 nəfərdən ibarət komissiyaya getməsi ilə bağlı çağırış almışdı. Bunlar doktorlar, rəsmi qanun keşikçiləri idilər. Biri Westminster dekanlığının nümayəndəsi, ilahiyyat doktoru, digəri 80-lər kollegiyasının nümayəndəsi, tibb doktoru, üçüncüsü Gresham kollegiyasının nümayəndəsi, tarix və vətəndaşlıq haqları doktoru idi. Bu, in omni rescibili
yəni hər şey barədə biliyi olan 3 ekspertin üzərinə Londonun bütün 130 Middlesex qraflığının 73 və üstəlik Southwark'un 5 prihodunda cəmaət qarşısında açıq söylənilən bütün nitqlərini nəzarət etmək həvalə edilmişdi. Bu ilahiyyat məhkəməsi İngiltərədə indi də var və günahkarları çox ağır cəzalandırır. 1868-ci ilin dekabrın 23-də Arch məhkəməsi Lordların gizli məclisinin təsdiqi ilə müqəddəs Makonçi adi masada şam yandırdığı üçün danlağa və məhkəmə xərclərini ödəməyə məcbur edilmişdi. Liturgiya zarafatı xoşlanmır. Beləcə, yaxşı günlərin birində Ursus 3 alim doktordan məhkəməyə gəlmək üçün çağırış aldı. Xoşbəxtlikdən bu onun üzünə şəxsən verilmişdi, yəni bu işi hamıdan gizli saxlaya bilərdi. Heç kimə bir söz demədən beynində hansı hərəkətinin ondan ədəbsiz adam kimi şübhələnməyə əsas verə bildiyini fikirləşə-fikirləşə çağırılan yerə getdi. Başqalarını dəfələrlə susmağı məsləhət görən Ursus üçün bu ağır dərs idi. Garule sanate ipsum, yəni boşboğaz, özün sağal. 3 doktor, 3 rəsmi qanun keşikçisi. Bishop Gate'də 1-ci mərtəbədəki zalın dərinliyində 3 dəri kresloda əyləşib iclas keçirirdilər. Onların başının üstə Minosun, Eakın və Radmantın büstləri dururdu. Qabaqlarında masa, ayaqlarının yanında skamya qoyulmuşdu. Ahıl və ciddi pristavın müşayiəti ilə zala girən Ursus içəridə gördüyü 3 alimin hər birinə beynində onların başının üstünə duran yeraltı aləmin qorxunc hakimlərinin adını qoydu. Onlardan birincisi Minos, ilahiyyətin rəsmi nümayəndəsi olan skamyada oturmağa işarə etdi. Ursus ədəblə, yəni yerə qədər baş əydi və ayının rəğbətini bal, doktorun rəğbətini isə latın dili ilə qazanmağın mümkünlüyünü bildiyi üçün belini belə düzəltmədən oturanlara hörmətlə dilləndi. Tigefasyon capitulum, yəni üçlük kapitul deməkdir. Elə başını qaldırmadan da skamyaya oturdu. Masanın üstündə 3 doktorun hər birinin qabağında tez-tez vərəqlədiyi kağızla dolu qovluq var idi. İstintaqı Minos başladı. Siz cəmaət qarşısına çıxış edirsinizmi? Hə, deyə Ursus cavab verdi. Nə haqla? Mən filosofam. Bu hələ sizə haqq vermir. Bundan başqa mən oyunbazam, Ursus dedi. Bu başqa məsələ. Ursus yüngüllüklə ancaq güclə hiss olunacaq şəkildə nəfəs aldı. Minos davam etdi. Bir oyunbaz kimi danışa bilərsən, ancaq filosof kimi susmalısan. Çalışaram, Ursus dilləndi. Özlüyündə isə fikirləşdi. Mən danışa bilərəm, ancaq susmalıyam, çətin işdir. O çox möhkəm qorxmuşdu. İlahiyyat nümayəndəsi davam etdi. Siz bədxah mülahizələr söyləyir, dini təhqir edirsiniz. Gözlə görünən həqiqətləri danır, biabırçı yanlış fikirləri yayırsınız. Məsələn, siz bakirə qadının ana ola bilmədiyini deyirsiniz. Ursus yüngülcə gözünü qaldırdı. Mən belə söz deməmişəm. Mən ana olan qadının bakirə qala bilməyəcəyini demişəm. Minos bir qədər fikirləşib dodaqaltı mızıldandı. Doğrudan da bu tamam başqa şeydir. Belə götürəndə bu yeni şey idi, ancaq birinci hücum dəf edilmişdi. Ursusun verdiyi cavab üzərində düşüncəyə dalaraq öz kütbeyinliyinin dərinliyinə düşdü. Nəticədə sakitlik yarandı. Ursusun düşüncələrində Radamant adlandırdığı tarix elmlərinin şəxsi nümayəndəsi Minosun məğlubiyyətini ört-basdır etmək üçün Ursusa bu sözlərlə müraciət etdi. Müttəhim, sizin bütün ədəbsiz və yanlış fikirlərinizi sahib qurtarmaq olmaz. Siz Brut ilə Kassi yolda zənci ilə rastlaşdıqlarına görə Farsal döyüşünü uduzduqları faktını danmısınız. Mən, Ursus dili dolaşa-dolaşa cavab verdi. Bunun həm də Sezarın çox istedadlı sərkərdə olması ilə izah olunduğunu demişəm. Tarix nümayəndəsi bir anda mifologiyaya keçdi. Siz Akteonun alçaqlığına bəraət qazandırırsınız. Akteon təsadüfən çimən ilahə Bakirə Diananı görən və buna görə də onun tərəfindən cəzalandırılaraq marala çevrilən gənc ovçu. Fikrimcə, Ursus ehtiyatla etiraz etdi. Çılpaq qadını görmək kişi üçün eyib sayıla bilməz. Siz səhv edirsiniz, hakim ciddiliklə qeyd etdi. Radamant yenidən tarixə qayıtdı. Mitridadın atlı ordusuna üz vermiş bədbəxtçiliklə əlaqədar siz bir neçə ot və bitkinin hamıya tanış olan xüsusiyyətlərə sahib olmadığını iddia edirsiniz. Siz Sekuriduka otundan atların nalının qopub düşmədiyini iddia etmişsiniz. Üzr istəyirəm, Ursus cavab verdi. Mən ancaq bu cür xüsusiyyətlərə yalnız Sfera Kavalo otunun malik olduğunu demişəm. Mən heç bir bitkinin yaxşı cəhətini danmıram. Sonra yavaş səslə əlavə etdi. Elə heç bir qadının da.
Sonuncu sözləri ilə Ursus öz-özünü bu həyəcanına baxmayaraq hələ müqavimət göstərə biləcəyini inandırmağa çalışırdı. Ona güc gələn qorxu hissinə baxmayaraq ruhdan düşmürdü. Mən bir də israr edirəm, Radamant davam etdi. Siz Scipionun Karfagenin darvazalarını açmaq istəyəndə Atlopis otundan istifadə etməklə ağılsızlıq etdiyini bildirmisiniz. Çünki sizin fikrinizcə Atlopis otu kilidləri açmaq qabiliyyətinə malik deyil. Mən sadəcə onun Lunari otundan istifadə etməklə daha ağıllı iş görmüş olacağını demişəm. Bu elə sual altındadır. Öz növbəsində pərt olmuş Radamant dodaqaltı mızıldandı. Beləcə tarix nümayəndəsi susdu. İlahiyyat nümayəndəsi Minos artıq özünə gələrək yenidən Ursusu sorğulamağa başladı. Bu müddət ərzində o, qeydlərlə dolu dəftərə göz gəzdirməyə vaxt tapmışdı. Siz ağır pigmenti arsen birləşmələrinə aid edirsiniz. Ondan zəhər kimi istifadə edilə biləcəyini demişsiniz. İncil bunu inkar edir. İncil inkar edir, Ursus dərindən ah çəkərək etiraz etdi. Amma arsen preparatı sübut edir. Ursusun fikirlərində EYAK adlandırdığı, burada tibbin şəxsi nümayəndəsi kimi iştirak edən, indiyə qədər ağzından bircə söz çıxarmayan şəxs bu dəfə təkəbbür içində yarıyumlu gözlərlə söhbətə qarışaraq heç kəsi saymırmış kimi Ursusun tərəfini saxladı. O dilləndi. Axmaq cavab deyil. Ursus bacardığı qədər şirin bir təbəssümlə ona öz təşəkkürünü bildirdi. Minos üz-gözünü turşutdu. Davam edirəm, dedi. Cavab verin. Sizin dediyinizə görə, güya əjdahanın Kakatrix adlı ilanların üzərində hökmranlıq etməsi həqiqət deyil. Müqəddəs ata, Ursus dilləndi. Mən heç də əjdahanın şöhrətinə xələl gətirmək istəməmişəm. Hətta onun başının insan başının olmasına şübhə olmadığını demişəm. Ola bilsin, Minos ciddi şəkildə bildirdi. Ancaq siz əlavə olaraq Periyin şahin başlı əjdaha gördüyünü də demişsiniz. Bunu da sübut edə bilərsinizmi? Çox çətin, Ursus cavab verdi. Burada o ayağının altından torpağın qaçdığını hiss etdi. Onun bu çaşqınlığından istifadə edən Minos davam etdi. Siz xristianlığı qəbul etmiş Yahudidən pis qoxu gəldiyini demişsiniz. Amma mən Yahudiliyi qəbul etmiş xristianın üfunət iyi verdiyini də əlavə etmişəm. Minos ifşa edici qeydlərlə dolu dəftərinə göz yetirdi. Siz ən axmaq fikirləri yayırsınız. Güya Eliyanın filin necə ibrətli hekayə yazmağını gördüyünü demişsiniz. Yox, müqəddəs ata, mən sadəcə Oppiyanın Begemotun fəlsəfi problemləri necə müzakirə etdiyini, eşitdiyini demişəm. Ursusa yönəlmiş 3 cüt qorxunc qaşın üstünə bulud çöktü. 3 alimin gövdəsi bir-birinə tərəf əyildi, pıçıltı eşidildi. Ursusa elə gəldi, elmin 3 şəxsi nümayəndəsi üzərində hansısa axmaq bir papaq asılıb. Bu üçlüyün çox mənalı, sirli pıçıldaşması bir neçə dəqiqə çəkdi. Bu müddət ərzində onun bədəni qorxudan isinib soyuyurdu. Nəhayət sədr Minos ona tərəf dönüb qəzəblə "Buradan rədd ol" deyə fısıldadı. Ursus təxminən balina İonanın mədəsindən bayır atdığı vaxt keçirdiyi hissləri keçirirdi. Minos davam etdi. Bu dəfə sizi buraxırıq, Ursus fikirləşdi. Bir də mən onların əlinə düşmərəm. Tib, salamat qal. Sonra qəlbinin dərinliyində əlavə etdi. Bundan belə xəstələrə sərbəst can verməyə imkan verərəm. Az qala 3 qat əyilərək hər tərəfə, doktorlara, büstlərə, stola, divarlara baş əyib kölgə kimi yoxa çıxmaq üçün qapıya tərəf geri çəkildi. O zaldan təmiz vicdanlı bir insan kimi sakitcə ayrıldı. Ancaq küçəyə çıxdıqdan sonra bir cinayətkar kimi qaçmağa başladı. Qanun keşikçiləri ilə yaxın tanışlıq kifayət qədər qorxunc və anlaşılmayan hisslər yaradır. Hətta bəraət qazandıqdan sonra belə insan onlardan tez aralanmaq istəyir. Ursus qaça-qaça dodağının altında donquldanırdı. Canımı yaxşı qutardım. Mən vəhşi, onlar ələ öyrənmiş alimlər, doktorlar əsl alimləri təqib edirlər. Yalançı elm əsl elmin tullantılarıdır. Onlardan filosofları məhv etmək üçün istifadə edirlər. Filosoflar sofistləri yaradaraq özlərinə quyu qazırlar. Oxuyan qara toyuğun beynində yapışqan ifraz edən bağamburc böyüyür. Onun köməyi ilə qara toyuqları ovlayırlar. Biz Ursusu hədsiz vasvası adam kimi təqdim etmək istəmirik. O öz fikrini tam çatdıran ədəbsiz sözlərdən istifadə edə bilirdi. Belə işlərdə Voltaire'dən çox utanma hissinə sahib değildi. Ursus yaşıl qutu qayıtdıqdan sonra Nichols dayı gecikməyinin səbəbini küçədə hansı yaxşı bir qadınla rastlaşmağı ilə izah etdi. Öz macəraları haqqında bir kəlmədə danışmadı. Ancaq axşam qohumunun qulağına pıçıldadı. Biləsən, mən Serbirin üçbaşlı köpəyinə qalib gəldim. Gözlənilməz hadisə baş verdi.
Tedkaster mehmanxanası getdikcə daha çox şənlik və gülüş ocağına çevrilirdi. Heç yerdə bundan şən mərəkəyə rast gələ bilməzdin. Mehmanxana sahibi və onun xidmətçisi müştəriləri dayanmadan el, stout və porter süzməkdən əldən ayaqdan düşürdülər. Axşamlar alçaq zalın bütün pəncərələri işıqlanır, bir dənə də boş masa qalmırdı. Mahnı oxuyur, boğazlarını yırtırdılar. Ağzına qədər kömürlə doldurulmuş dəmir qəfəsli buxarı gür alovla şölələnirdi. Yeməkxana alov və səsküy meydanına çevrilmişdi. Həyətdə, yəni teatrın olduğu yerdə cəmaət daha sıx idi. Şəhər ətrafının bütün tamaşaçıları, Southwark-un bütün əhalisi dayanmadan məğlub edilmiş xaosa baxmaq üçün gəlirdi. Beləcə, pərdə qalxan anda, başqa sözlə desək, yaşıl qutunun açılan divarı endirildikdə, bütün yerlər tutulu, pəncərələr, qalereya tamaşaçılarla dolu olurdu. Daş döşənmiş həyətdə bir dənə də olsun plitə görünmürdü. Başlardan ibarət kütlə hər yeri örtürdü. Təkcə zadəganlar üçün olan loja həmişəki kimi boş qalırdı. Ona görə də eyvanın sanki ortası olan həmin yerdə qara deşik görünürdü. Aktyor dilində bu müvəffəqiyyətsizlik uğrama adlanır. Hər yerdə cəmaət var, burada isə heç kim yoxdur. Nəhayət bir axşam burada kimi isə göründü. Şənbə günü idi. Bu gündə ingilislər gələcək darıxdırıcı bazar günü qabağa əylənməyə tələsirlər. Zalda almatsaydın yerə düşməzdi. Biz zalda deyirik. Shakespeare də uzun müddət mehmanxana həyətində tamaşaçılar göstərib onu zal adlandırıb. Pərdənin açıldığı və məğlub edilmiş xaosun proloqu başladığı dəqiqədə səhnədə Qoma və Gwynplaine ilə birlikdə dayanmış Ursus adəti üzrə tamaşaçılara göz gəzdirdiyi anda heyrətə gəldi. Zadəganlar üçün bölmədə adam var idi. Lojanın ortasında qızılı rəngli məxmər çəkilmiş kresloda qadın əyləşmişdi. Onun yanında heç kim yox idi. Onun tək başına bütün lojanı doldurduğunu düşünmək olardı. Ətrafına işıq saçan bəzi varlıqlar var idi. Bu qadın da deyə kimi işıq saçırdı, ancaq tamamilə başqa cür idi. Deyə solğun, bu qadın isə alyanaq idi. Deyə tutqun, açılan səhər, bu qadın isə qızaran şəfəq idi. Deyə gözəl, bu qadın isə göz qamaşdırıcı idi. Deyə də bəşarət, ismət, ağlıq hiss olunurdu. Bu qadın isə tünd qırmızı idi və qızarmaqdan qorxmadığı hiss olunurdu. Onun işığı sanki lojadan kənara yayılıb axırdı. Özü isə təkəbbürlə soyuqqanlı bir heykəl kimi tərpənmədən lap ortada əyləşmişdi. Onun bu çirkin kütlənin içində qiymətli bir karbunkul kimi öz ətrafına yaydığı güclü parıltı bütün bu ətrafdakıları qaranlığa qərq edir. Tamaşaçıların arasında Tom Cimcek də var idi. O da yerdə qalan digərləri kimi bu naməlum qadının gözqamaşdırıcı parıltısında itirdi. Tamaşaçıların diqqətini özünə cəlb edən qadın onların diqqətini yayındırır, bununla da məğlub edilmiş xaos barədə ilk təəssürata mane olurdu. Ursus, Gwynplaine, Venus, Phoebe, cəmaət hamısı bu parıltıdan gözləri qamaşa-qamaşa titrəyirdi. Təkcə əbədi qaranlığa qərq olmuş Deya heç nədən xəbər tutmamışdı. Bu qadının arxasında yarı qaranlıqda onun nökəri, uşaq sifətli, ağımtıl, yaxşı və ciddi kiçik adam durmuşdu. Çox gənc və eyni zamanda təmkinli qulluqçular o zamanlar dəbdə idilər. Nökər başdan ayağa dək atəşin qırmızı rəngli məxmər paltar geyinmişdi. Kənarı qızılla tikilmiş papağındakı bir dəstə virok lələyi göz oxşayırdı. Bu, əsilzadə evlərinin rəiyyətini tanıdan bir nişanə idi və onun xanımının yüksək səviyyəsindən xəbər verirdi. Nökər ağanın ayrılmaz hissəsidir. Ona görə də bu qadının kölgəsində onun ətək daşıyan pajını görmək mümkün değildi. Tamaşa bitdikdən və furqonun divarı qalxdıqdan, yaşıl qutunun sakinləri bir yerə toplandıqdan sonra Ursus adəti üzrə toplanmış bütün pulu torbadan axşam yeməyi üçün hazırlanmış masanın üzərinə tökdü. Birdən mis pulların arasında İspan qızıl unsiyası parıldadı. Odur, Ursus qışqırdı. Artıq yaşlı açılan xırda mis pulların arasında qızıl unsiya o qadının boz kütlənin arasındakı parıltısını xatırladırdı. O öz yerinə görə kvadrupulo deyib, Ursus heyrətlənməkdə davam edirdi. Bu an mehmanxana sahibi yaşıl qutuya daxil oldu. Furqonun arxa pəncərəsini əlini salaraq xatırlatdığımız pəncərə səviyyəsində olan və oradan bütün meydanın göründüyü divardakı nəfəsliyi açdı. Sakitcə əli ilə Ursusu yanına çağıraraq meydana baxmasını işarət etdi. Yeməkxanadan sürətlə bəzəkli, bahalı qoşquda karet şləpaları, lələklərlə bəzəkli və əllərində məşəllər olan lakeyləri ilə birlikdə sürətlə yeməkxanadan aralanırdı.
Ursus hörmətlə baş və şəhadət barmağının arasında tutduğu kvadrupli Ursusla Nikolsdaya göstərərək dedi: "Bu ilahədir." Sonra onun gözləri yolu dönən və məşəllərin damındakı 8 künclü tacı işıqlandırdığı karetə dikildi. Onda o heyrətlə dilləndi: "İlahədən də böyükdür, bu Hersoginyadır." Karet gözdən itdi, təkərin taqqıltısı uzaqlarda yoxa çıxdı. Ursus bir müddət kvadruplə əllərində hədiyyə qoruyucularını uzadırmış kimi hərəkətsiz dayandı. Bu jest ilə müqəddəs hədiyyələri verirlər. Sonra pulu masanın üstünə qoyub gözünü ondan çəkmədən xanım haqqında danışmağa başladı. Mehmanxana sahibi onun suallarına cavab verirdi. "Hə, bu Hersoginyadır. Onun titulu məlum deyil. Bəs adı?" Adını da heç kim bilmir. Ancaq Nikols geribli karetə və qızılı saplarla tikilmiş livri lakeylərə yaxından baxıb. Faytonçunun başında Lord Kanslerin başındakı parikin eynisi varmış. Karet İspaniyada tabut daşıyan araba adlanan, üstü tabut örtüyünə oxşayan, tacla bəzədilmiş və bu möhtəşəm ekipaj az təsadüf olunan nümunələrdəndir. "Ən maraqlısı bilirsiniz nədir?" Traktirçi soruşdu. "Nə?" Ursus soruşdu. "Mən onun karetə necə əyləşdiyini gördüm." "Nə olsun?" "Tək deyildi." "Gör ha, onunla daha bir nəfər əyləşdi." "Kim?" "Tapın görüm." "Kral?" Ursus dilləndi. "Birinci növbədə," Nikolsday qeyd etdi, "bizdə artıq kral yoxdur, bizi kraliç idarə edir. Tapın görüm bu Hersoginyanın karetinə kim əyləşdi?" "Yupiter," Ursus dilləndi. Traktirçi cavab verdi. "Tom Cimcek." "Tom Cimcek?" Bu dəqiqəyə qədər ağzından heç bir söz çıxmayan Gwynplaine heyrətlə soruşdu. Hamı çaşıb qalmışdı. Sakitlik çökdü. Elə bu sakitlik içində birdən Deyanın sakit səsi eşidildi. "Bu qadını bir də bura buraxmasaq olmaz?" Qorxulu xəyal bir daha geri dönmədi. O lojaya qayıtmadı, ancaq Gwynplaine'in qəlbində peyda oldu. Gwynplaine bir qədər çaşqın idi. O həyatında ilk dəfə qadın gördüyünü düşünməyə başlamışdı. Elə həmin anda da qeyri-adi xəyallara dalaraq artıq yarıya qədər günaha batmış oldu. Bizi bizdən asılı olmayaraq ələ alan xəyallardan qorunmaq lazımdır. Arzular sirlərə və iylərin hiss olunmazlığı xüsusiyyətinə malikdir. Düşüncələrə nisbətən tuberozun qol-qanad atması kimi bir şeydir. Hərdən zəhərli ətir kimi adamın beynini zəhərləyir və dəm qazı kimi düşüncələrə hopur. Qəlbin intiharı çox axmaq fikirlərdir. Onlarda zəhər var. Arzular sizi cəlb edir, yoldan çıxarır, şirnikləndirir. Öz toruna salır, sonra isə sizi özünə şərik edir. Vicdanı aldatmaqda sizi şəxsi cinayət yoldaşına çevirir. Gwynplaine özünü xəyalların qucağına atmışdı. O, heç bir zaman qadın görməmişdi. Sadə qadınlarda onun kölgəsini, Deyada isə qəlbini görmüşdü. İndi isə əsl qadın peyda olmuşdu. Bir də bu qadını görə biləcəkmi? Çox güman heç bir zaman. Heç kim üfüqdə çıxan şimşəyə aşiq olmaq kimi bir ağılsızlığa qadir deyil. Onun qəlbindəki arzular bir-birini əvəz edirdi. Bu ilahənin, bu lojanın dərinliyindən bərq vuran, möhtəşəm, işıq saçan qadının obrazı gah görünür, gah da yenidən yoxa çıxırdı. Bu ona bir neçə gecə yatmağa imkan vermədi. Yuxusuzluq da yuxu kimi qarabasmalarla doludur. Beynində baş verən bu dumanlı prosesləri dəqiq sözlərlə ifadə etmək mümkün deyil. Gwynplaine'in ürəyi yenidən bircə Deyanın sevgisi ilə yanırdı. Həm də dediyimiz kimi Hersoginya bir daha geri qayıtmadı. Ursus bunu adi bir şey hesab edirdi. Kvadrupullu xanım, qeyri-adi hadisə idi. Bu cürə varlıqlar bir dəfə içəri girir, öz yerlərinə görə qızılla ödəniş edir, sonra isə işsiz soraqsız yoxa çıxırlar. Əgər bu təkrar edilsəydi, həyat həddən artıq yaxşı hala gələrdi. Deyaya gəldikdə isə bu keçmişdə qalmış qadına bir dəfə də olsa yada salmadı. O çox güman söhbətlərə qulaq asırdı. Ursusun dərindən ah çəkərək hər gün qızıl unsiya vermirlər deməsi onda qarışıq qorxu hissi yaradırdı. Artıq naməlum qadın haqqında bir kəlmə də danışmırdı. Bu dərin instinktin nəticəsi idi. Hərdən insan qəlbi sirri özünə bəlli olmasa da ehtiyat tədbirləri görür. Bir nəfər haqqında danışmayanda sanki onu özündən uzaqlaşdırır, haqqında danışaraq onu cəlb etməyə qorxursan. Qapını bağlayıb özünü hamıdan təcrid etdiyin kimi susmaqla da özünü təcrid edirsən. Hadisə yaddan çıxdı. Ona necə diqqət yetirməyinə dəyərdimi? Bu doğrudanmı baş vermişdi? Gwynplaine ilə Deya arasında hansısa soyuqluq yarandığını demək olardımı? Deya bu barədə heç nə bilmirdi. Gwynplaine hər şeyi yaddan çıxartmışdı. Yox, heç nə olmamışdı. Hersoginyanın obrazı onların gözünə görünürmüş kimi uzaqlarda əriyib yoxa çıxdı. Sadəcə Gwynplaine bir dəqiqəliyə xəyala dalmışdı. İndi isə xəyaldan ayılıb.
Əriyib yox olan arzular dağılmış duman kimi heç bir iz qoymur. Bundan sonra ötüb keçən bulud günəşə heç bir zərər vermədiyi kimi ürəkdəki məhəbbət də heç bir zərər görmür. Başqa şəxs Tom Jim Jack də yoxa çıxmışdı. O birdən-birə Tedcaster mehmanxanasından ayağını kəsdi. İctimai mövqeyi Londonun böyük kübar dairələrinin hər iki üzünü izləməyə imkan verən şəxslər həmin vaxt həftəlik qəzetdə məhlə yaş dəftərindən olan iki qeyd arasında Əla Həzrətin Lord David Derrymore'un getməsi haqqında əmrinə əsasən onun yenidən Hollandiya sahillərində üzən Ağ eskadranın tərkibindəki freqata komandanlığı qəbul etməsi barədə məlumatı görmüş olardılar. Ursuz Tom Jim Jack'in daha yaşıl qutuya baxmağa gəlmədiyini müşahidə etdi. Bu onu çox maraqlandırırdı. Tom Jim Jack kvadrupul ödəyən xanımla bir karetdə çıxıb getdiyi gündən bir daha görünməmişdi. Əlbəttə, Hersogenyanı oğurlayan həmin bu Tom Jim Jack bir sirr idi. Belə bir hadisəni araşdırmaq necə də maraqlı olardı. Burada nə qədər sual yaranırdı. Bu barədə necə fikirlər söyləmək olardı. Məhz buna görə də Ursuz bir kəlmə də olsun danışmırdı. Metamorfoza tanrıların işidir. Qəfil rast gəldiyimiz əsilzadə şəxslərin qəfil dəyişməsi və yoxa çıxması bizim başımızın üstündə pərvazlanan qarışıq hadisələrdir. Onları anlamaq mümkün deyil, öyrənmək isə təhlükəlidir. Artıq diqqət öz əyləncə və qəribəlikləri ilə məşğul olan olimpiyaları acıqlandırır. Özünüzü gözləyin, ildırım zərbəsi sizin belə diqqətlə baxdığınız öküzün başqası yox, Yupiter olduğunu sözdən yaxşı izah edər. Hər şeylə həddən artıq maraqlanan mehmanxana sahibi bir dəfə Ursusa dedi. Bilirsiniz, Tom Jim Jack daha görünmür. Doğrudan, Ursus cavab verdi. Mən heç fikir verməmişəm. Nikol çox güman dodağının altında Tom Jim Jack'in Hersog karetinə yaxınlığı barədə bir qədər də hörmətsiz neysə danışdı. Ancaq onun bu sözlərini həddən artıq ehtiyatsızlıq kimi göründüyü üçün qoca özünü bunları eşitmirmiş kimi apardı. Ancaq Ursuz Tom Jim Jack'in olmamağını heyfslənməməklə həddən artıq artistlik etmişdi. O hədsiz dərəcədə məyus olmuşdu. Öz təəssüratlarını özünün yeganə yaxın dostu, dinməyəcəyini əmin olduğu Qome ilə bölüşürdü. O canavarın qulağına pıçıldadı. Tom Jim Jack gəlməyəndən bəri mən bir insan kimi boşluq, bir şair kimi soyuqluq hiss edirəm. Öz dərdini ürək dostu ilə bölüşəndən sonra bir qədər yüngüllük hiss etdi. O, Gwynplaine ilə söhbət zamanı bu barədə bir kəlmə də danışmadı. O da öz növbəsində Tom Jim Jack'i bir dəfə də olsun yada salmadı. Əslində Gwynplaine tamamilə Deya ilə məşğul idi. Tom Jim Jack onu az maraqlandırırdı. Hər keçən gün Gwynplaine naməlum qadını daha çox unudurdu. Deyaya gəldikdə isə o qısa bir müddətə sevgilisinin qəlbində yaranmış çaşqınlığı heç təsəvvür də etmirdi. Bu vaxt ərzində də gülən adama qarşı əlbirlik haqqında bütün söz-söhbətlər ona qarşı olan şikayətlərdən asılı olmayaraq kəsildi. Yəqin gözü götürməyənlər sakitləşdilər. Deya tez yorulur, tez-tez tərləyir, tez yuxulayır və oxucunun xatırladığı kimi gündüzlər istirahət edirdi. Bir dəfə Gwynplaine yaşıl qutuda olmayanda Ursuz ehtiyatla ayı dərisinin üstündə yatmış qızın üzərinə əyilib, qulağını onun sinəsinə ürək olan yerə söykədi. Bir anlığa qulaq asdı, sonra belini düzəldərək pıçıldadı. Ən kiçicik sarsıntı onun üçün təhlükəlidir. Xəstəlik iri addımlarla irəliləyə bilər. Cəmaət məğlub edilmiş xaos tamaşasına baxmaq üçün axışıb gəlirdi. Gülən adamın uğurları tükənmək bilmirdi. Hamı Gwynplaine baxmağa tələsirdi. Artıq bunlar təkcə Southwark sakinləri deyildilər. Onlara London sakinləri də qoşulmuşdu. Artıq qarışıq tamaşaçılar yığılırdı. Onlar tək matros və yükdaşıyanlardan ibarət deyildi. Hər cürə tör-töküntünü yaxşı tanıyan Nicholsonun fikrinə görə tamaşaçıların arasında indi sadə adam paltarı geyinmiş zadəganlar və hətta baronetlər də var idi. Paltarlarını dəyişmək zadəganların ən sevimli əyləncəsindən biridir. O zamanlar bu çox dəbdə idi. Zadəganların qara cəmaət arasında görünməsi yaxşı əlamət hesab olunur və gülən adamın artıq Londonda fəth etdiyini göstərirdi. Gwynplaine'in şöhrəti yüksək təbəqəli tamaşaçılar arasında yayılırdı. Londonda ancaq gülən adamla danışırdılar. Onun haqqında hətta ancaq lordların yığışdığı Mogok klubda da danışırdılar. Yaşıl qutuda bu barədə bilmirdilər. Onun sakinlərinə öz xoşbəxtlikləri bəs edirdi. Bir dəfə axşam tamaşa bitdikdən sonra Gwynplaine çiçək ətrindən məst olub baş ərlənməsi keçirən adamlar kimi xoşbəxtlik bolluğundan əldən düşmüş halda adəti üzrə yaşıl qutusunun yaxınlığındakı çəmənlikdə gəzinirdi. Ürəyin hisslərlə dolub daşdığı anlar olur. Gecə buludsuz və qaranlıq idi. Təkcə bir yerdə işıq yanırdı. Bu yaraçıq qapısı Gwynplaine'in qayıtmağını gözləyən Tedcaster mehmanxanasının fənəri idi.
Southforkun 5 məhəllə kilsəsinin güllə zəngləri gecə yarısını vururdu. Güllələrdən heç birinin zəng səsi o birilərlə üst-üstə düşmür, hər birinin səsi o birindən fərqlənirdi. Gwynplaine Deyə haqqında düşünürdü. Axı başqa nə haqqında düşünə bilərdi? Ancaq bu gecə hansısa qəribə həyəcan hiss edir, həmin həyəcanın qarışdığı ovsun altında Deyə haqqında həmişə düşündüyündən fərqli kişinin bir qadın haqqında düşündüyü kimi düşünürdü. Özünü buna görə qınayır, bunun sevgini alçatdığını düşünürdü. İçərisində körtəbii həvəs, şirin və qəti hövsələsizlik dolaşırdı. O görünməyən, bir tərəfində bakirəlik, o biri tərəfində qadın olan sərhədi keçirdi. Həyəcanla özünü sorğu-sual edir, sanki daxilən qızarırdı. Əvvəlki Gwynplaine yavaş-yavaş dəyişirdi. Özü də dərk etmədən yetkinləşmişdi. Əvvəl utancaq olan gənc indi qarışıq, həyəcanlandırıcı həvəs hiss edirdi. Bizim işığa tərəf yönəlmiş qulağımız var. Onunla ağlın səsini dinləyirik. Qaranlığa tərəf yönəlmiş, instinktin səsini eşitdiyimiz başqa bir qulağımız da var. Naməlum səs, məhz qaranlığın rüporu olan bu qulağa dayanmadan nə isə pıçıldayırdı. Gwynplaine bütün bizi başdan çıxaran və Deyanın cansız obrazında çatışmayan qadının bədən gözəlliklərini görmək istəyirdi. Təhlükəli hesab etdiyi həyəcanlı anlarda bir qədər qorxu keçirsə də, Deyanın mələk görünüşünü yer qadının cizgilərini oxşadırdı. Sən bizə lazımsan, qadın. Həddən artıq cənnət saflığı sonunda məhəbbəti məmnun edə bilmir. O titrəyən isti əllər, həyəcanlı həyat, bundan sonra geri dönüşü olmayacaq yandırıcı öpüş, necə gəldi dalğalanan saçlar, ehtiraslı qucaqlaşmalar arzulayır. Gwynplaine'in Deyəyə sevgisi ər-arvad sevgisinə çevrilirdi. Saf sevgi ancaq keçid pilləsidir. Qaçılmaz an gəlib çatmışdı. Gwynplaine ehtirasla bu qadını istəyirdi. O ilk addımdaca bitən əyri yamacla sürüşürdü. Təbiətin anlaşılmayan çağırışları yenilməzdir. Qadın necə dərin uçurumdur. Gwynplaine'in xoşbəxtliyindən onun yaxınlığında Deyadan başqa qadın yox idi. Onun arzuladığı yeganə qadın, onun arzulaya biləcək tək qadın. O əllərini arxaya çataraq sol əli ilə sağ əlini tutaraq möhkəm sıxmadan yavaş-yavaş gedirdi. Birdən ovucuna nəyinsə düşdüyünü hiss etdi. Cəld geriyə döndü. Onun əlində kağız var idi. Qabağında isə tanımadığı bir adam durmuşdu. Çox güman bu adam pişik kimi xəlvətcə arxadan ona yaxınlaşmış, kağızı əlinə soxmuşdu. Kağızda yazılmış məktub idi. Ulduzların işığında güclə seçilən bu balaca boy, yumru sifət, tamam gənc, ancaq çox görkəmli adam İspan dilində gecə plaşı mənası verən Kapanoşi adlı boz plaş geyinmişdi. Qulaqları altından əynindən alov rəngli livrey olduğu da görünürdü. Oğlan hərəkətsiz Gwynplaine'in qarşısında durmuşdu. O yuxuya gəlmiş fiqura bənzəyirdi. Gwynplaine Hersoginyanın xidmətçisini tanıdı. Heyrətdən qışqırmağa macal tapmamış, pajın ona söz deyən nazik, uşaq və ya qadın səsini andıran səsini eşitdi. Sabah elə bu saatda London körpüsünün yanında olun. Mən orada gözləyib sizi müşahidə edəcəm. Hara? Gwynplaine soruşdu. Sizi gözlədikləri yerə. Gwynplaine özündən asılı olmayaraq əlində saxladığı kağıza nəzər saldı. O yenidən gözünü qaldırdıqda nökər artıq yox idi. Uzaqda, yarmarka meydanında ölçüləri sürətlə balacalaşan qara siluet görünürdü. Balaca xidmətçi döngəni dönüb gözdən itdi. Gwynplaine nəzərlərini uzaqlaşan nökərdən ayırıb məktuba baxdı. İnsanın həyatında bəzən baş verənlərin heç olmadığını düşündüyü anlar olur. Təəccübdən və ya qorxudan mat qalmağı onun bir müddət baş verənləri anlamasına imkan vermir. Bir neçə dəqiqədən sonra mehmanxanada fənər yandığını dərk etdi. Bir-iki addım atdı. Ancaq yana sanki hara gedəcəyini bilmirdi. Qarabasmanın əlindən məktub alan lunatik necə hərəkət edərdi? Nəhayət o heyrətdən ayılıb az qala qaça-qaça mehmanxanaya tərəf getdi. Yarı açıq qapının qabağında dayanıb bir daha işıqla möhürlü zərfə baxdı. Möhürün üstündə heç bir iz yox idi. Zərfin üstündə isə bircə kəlmə Gwynplaine yazılmışdı. O möhürü qopardı, zərfi cırdı, məktubu açdı, işığa yaxın gətirdi və oxudu. Sən eybəcər, mən isə gözələm. Sən oyunbaz, mən isə Hersoginyayam. Mən birinci, sən sonuncusan. Mən səni istəyirəm. Mən səni sevirəm. Gəl.